Salam hörmətli müəllimlər, hər birinizi salamlayıram. Bu video vasitəsilə idrak taksonomiyası mövzusunu izah edəcəm. Deməli, bu mövzu ümumiyyətlə müəllimlərə daha dəhşətli, belə deyim ki, çətin gəlir. Amma deyim ki, taksonomiya deyərdim ki, kurikulum mövzuları içərisində ən sadəsi, ən rahatıdır. Amma təbii ki, niyə görə bu mövzu qabardılıb, yəni müəllimlərə bu şəkildə təqdim olunur, yəni bunu bilmirəm. Amma mən bunu ən sadə versiyada sizə izah edəcəm, müqayisəli cəhətdən və dinləyərsiz. Təbii ki, eyni zamanda suallarınız olarsa, şərh bölməsində fikirlərinizi bildirməyinizi tövsiyə edirəm. Suallar verə bilərsiniz ki, yəni bu suallar əsasında, yəni bu mövzuya daha da dərindən toxunaq və nəticə etibarında anlaşılmayan bir məsələ qalmasın. Deməli, taksonomiya nə deməkdir? Taksonomiya bir işin yerinə yetirmə ardıcılığı. Deməli, davam edirik. Qeyd etdim ki, taksonomiya bir işin yerinə yetirmə ardıcıllığıdır. Yəni iyerarxiya prinsipinə əsaslanır, sadədən mürəkkəbə doğru getməkdir. Bəs tədris prosesində bu idrak taksonomiyası bizdə harda köməyimizə çatır? Təbii ki, təlim məqsədlərini, yəni dərsin məqsədini müəyyən etdikdə, dərsin məqsədini müəyyən etdiyimiz zaman, sonra qiymətləndirmənin aparılması zamanı indi dərsin məqsədini necə müəyyən edirik? Məsələn, biz alt standartdan dərsin məqsədi müəyyən ediriksə, məsələn, 5-ci sinifdə isim mövzusunu keçiriksə, hansı ki 5-ci sinifdə ismin hallarını keçirik, amma yiyəlik və təhsillik hallarda qeyri-müəyyən və müəyyən yiyəlik hallı və yaxud da təhsillik hallarda məlumat verilmir. Deməli, mən burada təlim nəticəsi, ismin halları ilə bağlı təlim nəticəsi çıxaran zaman, təlim məqsədi çıxaran zaman, yəni bu məsələyə diqqət etməliyim ki, bu 5-ci sinifdə bu haqda uşaqlara məlumat verilmir və mən bugünkü məqsədimi məhz 5-ci sinifə uyğun şəkildə qurmalıyım. Deməli, 5-ci sinifdə şagirdlərə verilən məlumat 5-ci sinif səviyyəsində və hallar barədə sadə məlumatlar verilir. Yəni ən azdan verilir də belə deyək məlumatlar. Yəni bu artıq ardıcıllığın əsası deməkdir. Yəni 5-ci sinifdə mən dərs keçirəm, isim mövzusunu keçirəm. Deməli, bu ardıcıllığın yəni birinci əsasıdır. Və belə bir şey qeyd edeyim sizə. Bunu burada göstərəcəm. Baxın, məsələn bu nöqtəni bura qoydum. Taksonomiya nə deməkdir? Baxın budur. Baxın belə iyerarxiya prinsipidir. Bax bu şəkildə gedir. Deməli, bunun bu şəkildə getməsindən ötəri biz nə etməliyik? Biz bunun əsasını doğru düzgün şəkildə qoymalıyıq. Yəni 5-ci sinifdə mənim verəcəyim məlumat uşağın yaş səviyyəsinə uyğun olmalı ki, uşaq onu öyrənə bilsin. Öyrəndikcə uşaq zaman etibarilə o biliyin əhatə dairəsini genişləndirməyi özü də biləcək. Daha dərsi boş-boşuna əzbərləmək yox, amma əslində yəni get-gedə biliyini özü də genişləndirməyin şahidi olacaq. Bu şəkildə artıq bizim biliyimizin, uşaqlara verdiyimiz biliyin əhatə dairəsi genişlənmiş olacaq siniflər üzrə. Çünki bu biliklər hər sinif üzrə uşaqlarda fərqli bilik, bacarıqlar formalaşdıracaq. Yəni bizim nəzərdə tutduğumuz o bilik, bacarığı formalaşdırmadan ötəri birinci olaraq məsələn təməl hansı sinifdə, o sinifdə biliyi biz uşaqlara uyğun şəkildə çatdırmalıyıq. Və taksonomiyanın əsas məqsədlərindən biri də məhz bundan ibarətdir. İndi dəyərli müəllimlər, keçid edək digər məsələyə, qiymətləndirmənin aparılmasını təmin etmək. Biz qiymətləndirmə apararkən təbii ki, bu məsələdə də ehtiyatlı olmalıyıq. Biz bilirik ki, müəllimlər təlim məqsədləri və qiymətləndirmə meyarı dərsin əvvəlində şagirdlərə elan olunmalıdır ki, uşaq dərsin sonunda nə öyrənəcək və hansı meyarlarla qiymətlənəcək. Yəni bunu bilməlidir şagird. Və daha sonra qiymətləndirməni necə aparırıq? Birinci mərhələdə, məsələn, ismin halları haqqında keçdimsə, məsələn, belə bir meyar qoymuşuq ki, ismin hallarını nümunələr üzrə, tapşırıqlar üzrə tətbiq edir. İndi birinci, məsələn, qiymətləndirmə səviyyəmiz nə olacaq? İsmin halları üzrə, demək, ismin halları üzrə biliyini tətbiq edirmi deyək, nümunələr üzərində tətbiq edir. Biliyini tətbiq etməkdə çətinlik çəkir. İkinci səviyyə olacaq ki, müəllimin köməyi ilə edir. Üçüncü səviyyə olacaq ki, qismən edir. Dördüncü səviyyə olacaq ki, asanlıqla tətbiq edir. Yəni görürsüz qiymətləndirmənin özünün səviyyələri var. 1, 2, 3, 4 olmaqla 4 səviyyədə olmalı. Qiymətləndirmənin özünün səviyyələri vardır. Yəni uşaqlar bir anlayış altında əvvəllər məsələn uşaq dərsini oxuyurdu. Məsələn, eyni uşaq məsələn 4 alırdı. Biri zəif cavab verdiyinə görə, deyək ki, bir qədər zəif cavab verdiyinə görə 4 alırdı. Biri dərsi oxuyurdu və müəllimin verdiyi tapşırıqlardan birini etmədiyinə görə məsələn 4 alırdı. Bu ümumi qiymətləndirmədir. Amma indi hal-hazırda meyarlarla qiymətləndirmə uşaqlara aydın təsəvvür yaradır ki, əslində o nəyin əsasında bu şəkildə qiymətləndirildi. Sonra tapşırıqların hazırlaması, siz summativ qiymətləndirmə hazırlayanda və yaxud da qrup işi və yaxud da cütlərlə fərdi iş, digər iş formalarından da istifadə edərkən tapşırıqlar hazırlayırsınız və bu zaman onları uşaqların təbii ki, səviyyəsinə uyğun şəkildə hazırlamalısınız. Yəni ilk öncə yəni necə sualdan başlamalısınız, necə davam edib, necə bitməlidir, bunu müəyyən etməlisiniz. Daha sonra sual-cavab prosesini effektiv təşkil edir. Yəni siz necə bir sualla başlasanız ki, sinifiniz daha aktiv olar. Məsələn, ən birinci çətin sualı uşaqlara versəz, uşaqlar necə olarlar? Təşvişə düşərlər, düşünərlər ki, mən bu suala düzgün cavab verməyəcəm, nəticə etibarilə 2 alacağam. Nə bilim, bu kimi mənfi düşüncələrə qapıla bilərlər. Təbii ki, bunu qapılmamaq
olmamaqdan ötəri birinci uşaqlara elə bir sual vermək lazımdır ki, uşaqlar motivasiya olunsunlar və nəticə etibarilə prosesdə fəal iştirak etsinlər. Hətta ən sualda belə düşünməyə belə səy göstərsinlər. Yəni bu uşaqlarda motivasiyanı aşağı salmasın. Və bu zaman yəni biz yenə də taksonomiya, yəni ardıcıllığa riayət etməliyik. Deməli, təkrar edək, taksonomiya bizə tədris prosesində harda lazımdır? Dərsin məqsədinin düzgün müəyyən olunmasında, qiymətləndirmənin aparılmasında, tapşırıqların hazırlanmasında, summative necə hazırlamalısınız? Sual-cavab prosesinin təşkilində. İndi gəlin keçək bu sahələr haqqında ətraflı məlumata. Ümumiyyətlə idraki sahə nə deməkdir? İdraki düşünmə, təfəkkürlə bağlı olan bir məsələdir. Bu nə deməkdir? Bizim düşüncəmizdə olan ardıcılığı qorumaq. Bizim düşüncəmizdə. Məsələn, bir məsələ haqqında düşünürük. Biz ilk öncə həmin məsələni xatırlamalıyıq. Müxtəlif məlumatları xatırlamalıyıq. Müxtəlif məlumatları xatırladıqdan sonra onları sanki bir araya yığıb, onlar arasında əlaqə yaradaraq onları başa düşməkdir. Daha sonra başa düşdükdən sonra hərəkətə keçib nə isə edirik, tətbiq edirik, həyata keçiririk, icra edirik. Daha sonra etdiyimizin nəticəsini yoxlayırıq. Yəni burada təhlil etmə mərhələsində odur ki, biz ümumi olaraq məsələyə obyektiv yanaşırıq. Yəni subyektiv yanaşmırıq. Burada bizim öz fikrimiz yox, bizim təhlil əsasında obyektiv yanaşmamız əsasdır. Dəyərləndirmə artıq bizim subyektiv fikrimizi əks elətdirir. Yaratmaq isə, yəni dəyərləndirmə ilə təhlil etməyin fərqi ondan ibarət ki, dəyərləndirmə mərhələsində bizim öz müstəqil fikirlərimiz formalaşır. İnsanın öz müstəqil fikirləri formalaşdıqdan sonra artıq insan nə isə yaratmağa meylli olur, problemi yeni şəkildə həll eləyir, öz bildiyi kimi yeni bir necə deyim, həll yolu ortaya qoyur və s. Məsələyə yeni yanaşma ortaya qoyur. Yəni insanın heç vaxt həyatda subyektiv fikri formalaşmasa, müstəqil fikri formalaşmasa, o hər zaman təkrara yol verər. Ona görə də biz nə isə həyatda yaratmaqdan ötəri, fərqli olmaqdan ötəri mütləq şəkildə bizim dəyərləndirmə kimi bir mərhələmiz olmalıdır düşüncəmizdə. Bizim subyektiv fikrimiz olmalıdır. Daha filan kəs yaxşı adamdır, onun dediyi fikrini təkrarlamaq yox. Məsələyə biz düşünməliyik ki, biz fərdiyik, biz də bir şəxsiyyətik və mütləq şəkildə mənim düşüncəm əslində nə olardı, mənim qənaətim nədir? Elə bir suallar verərək yanaşmanı ortaya qoyursa, yəni burada artıq dəyərləndirmə mərhələsidir. Affektiv emosional taksonomiyanın mahiyyəti nə deməkdir? İdrak edirik ki, düşüncə ilə bağlı olan bir məsələdir. Təfəkkürlə bağlı olan bir məsələdir. Affektiv isə başqalarına münasibət qurma, danışma, davranış və bununla bağlı olan məsələləri özündə əks elətdirir. Emosional affektiv münasibət nə deməkdir? Əslində burada biri qarşınızdakı insanlar məsələn sizi əsəbləşdirməyə çalışar ki, amma siz buna öz belə deyək ki, təmkininizlə cavab verirsinizsə və təmkininizi qoruyursunuzsa, deməli burada sizdə affektiv emosional sahə var. Məsələn, deyək ki, dəfələrlə Ermənistanın həyasızlığına qarşı Azərbaycanın iradə göstərməsi təbii ki, Azərbaycan tərəfinin affektiv emosional psixologiyasından xəbər verir də, belə deyək. Prezidentimizin məsələn affektiv emosional psixologiyası yəni bizə nümunə ola bilər. Yəni baxın, sakit məsələlərə əslində bilirsiniz, yəni biz bəzən gün ərzində elə hadisələr baş verir ki, ən xırda hadisədə belə insan əsəbləşə bilər. Məsələn, biri bir sözdə cavab vermək məcburiyyətində qala bilər insan və bu bəzən biz düşünürük ki, yaxşı edirik, amma bəzən bu insanı həqiqətən ən böyük uğursuzluğa aparıb çıxara bilər. Nəticə etibarilə təmkini, emosional sabitliyi qorumaq lazımdır və bu zaman insan əgər bu emosiyaları idarə eləsə, düşünmə də insanda ideal səviyyəyə gəlib çatacaq. Yəni belə qeyd eləyək ki, biz əslində emosiyalarımıza imkan verməliyik ki, onlar sakit olsunlar ki, bizim idrakımız öz işini rahatlıqla görə bilsin. Və ümumiyyətlə biz bəs necə ola bilər ki, biz affektiv emosional taksonomiyaya, yəni bu ardıcıllığa yiyələnə bilək? Birinci, biz ən yaxşı dinləyici olmalıyıq. Dinləyərkən qeyd aparmalıyıq. Belə deyək, yaxşı müşahidəçi olmalıyıq. Və bu zaman bizim belə deyək ki, qəbul etmə mərhələsi, yəni nə demək, yaxşı dinləmək, başqasını qəbul edə bilmək, sona qədər dinləmək, başa düşmək, qeydlər aparmaq və s. qəbul etməkdir, yəni dinləməkdir. Və biz yaxşı dinləyici olduqdan sonra əziyyət çəkəcəyik, nə edəcəyik? Başlayacağıq cavab verməyə. Bizə sual verilirsə, biz məsələn tutalım ki, testdə sual verilir, uşaq onu testi işləyir və evə gələndən sonra deyir ki, mən şərti başa düşməmişdim. Deməli bu uşaq yaxşı qəbul etməyib də şərti. Şərti yaxşı qəbul etməyib, axıra qədər oxumayıb, başa düşməyib ki, o ona düzgün cavab verə bilməyib. Deməli oxuduğumuz sualı, bizə verilən sualı, izah edilən dərsi biz yaxşı şəkildə dinləyib, oxuyub, təmkinlə qəbul etməliyik ki, daha sonra cavab verək, sonra sual verək, nə isə sual altında qoyaq və s. Yəni sual verək, nə isə dəqiqləşdirək ki, yəni biz də cavab vermək artıq insanın bir məsələyə reaksiyasını ifadə edir. Biz məsələn bəzən insanlar arasında anlaşılmaz bir mübahisələr baş verir. Bu mübahisələrin əsl səbəbi odur ki, bir tərəf digər tərəfi doğru şəkildə başa düşmür, qəbul etmir və bu zaman nə baş verir? Təbii ki, arada müəyyən anlaşılmazlıqlar. Yenə də deyim ki, yəni cavab vermə mərhələsində olmalı. Deməli, yaxşı dinləyib başa düşən insan, yəni qaranlıq qalan bir məsələ barədə sual verə bilər, suala cavab verə bilər, nə isə dəqiqləşdirmək üçün sual verə bilər və s. Yəni bir reaksiya verə bilər də axır ki. Amma məsələn dəyərləndirmə mərhələsi o deməkdir ki, başqalarına dəyər ifadə edir. Görürsüz ki, bir insan çətinlik çəkir və siz onda istər-istəməz kömək etmək ehtiyacı duyursunuzsa, deməli bu olur dəyərləndirmə mərhələsi. Dəyərləndirmə mərhələsi başqalarının problemlərinə can yandırma, onlara kömək etmək, bu kimi nümunələrdən əks elətdirir özünü dəyərləndirmə mərhələsi. Sonra təşkil etmə
etmə var. Təşkil etmə. Deməli, əgər insan dəyəri nə olduğunu bilirsə, artıq özünə dəyər verməyə başlayır. Nəticə etibarilə özü üçün planlar, məqsədlər, strategiyalar müəyyən eləyir və buna çatmaq üçün plan da müəyyən eləyir və buna əməl etməyə çalışır. Təşkil etmə mərhələsi metakognitiv biliklər və bacarıqlarla sıx əlaqəlidir. Yəni insan özü üçün edir burada hər şeyi, başqası üçün yox. Dəyərləndirməkdə başqası üçün edirdi, nə isə yaradırdı, kömək eləyirdi. Özü kömək eləməsə də başqasının vasitəsilə nə isə edirdi, amma təşkil etməkdə insan sırf özü üçün edir. Xarakterizə etməkdə isə insan burada artıq nə qədər öz üzərində çalışırsa, xarakterizə etməkdə artıq bütün onlar insanın öz xarakterinə çevrilir. Deyirlər ki, filan kəs salamlı, kəlamlı bir insandır. Necə salamlı, kəlamlı insan oldu bu insan? Necə oluraq? Deməli, hər dəfə görəndə özündən böyüklər, özünə həmyaşıdlar və s. görəndə salam verdiyinə görə hər kəs artıq onu o cürünə tanıyır. Məsələn, tutalım ki, bu adam o qədər belə deyək ki, problem həll etmədə özünü inkişaf elətdirib ki, hər kəs onu deyir ki, filan kəsə çağır, o problemi həll edəcək. Deməli, o onun xarakterinə çevrilib artıq. Yəni artıq problem həll etmə deyəndə o adam yada düşürsə, deməli bu xarakterizə etmə mərhələsində insan artıq burada mükəmməlləşir problemin həll edilməsində. Yəni nə olur? Belə deyək, bir konflikt yaranır dostlar arasında. Başqaları bir qism uşaqlar nə deyəcək? Başlayacaq qızışdıracaqlar, hava qızışacaq. Nəticə etibarilə problem daha da çətin bir vəziyyətə gəlib çatacaq. Amma emosional affektiv sahədə olan və eyni zamanda xarakterizə etmə mərhələsində olan insan arada sakitlik yaradacaq və insanları sakit düşünməyə sövq eləyəcək. Nəticə etibarilə problemin elə ən sadə yolla həllini dəstəkləyəcək. Nəticə etibarilə kiminsə ağzı, burnu qaralmayacaq, qanamayacaq. Nəticə etibarilə bəlkə də o küsənlər belə oradan xoş təəssüratla ayrılacaqlar. Yəni xarakterizə etmə mərhələsi budur. Yəni problemləri emosional sabitlik göstərməklə daha müsbət şəkildə qeyd etdik ki, affektiv strategiyalar burada qeyd olunduğu kimi dəyərli müəllimlər qeyd edir ki, affektiv strategiyalar deyir emosiyaların pozitiv həm də negativ, yəni idarə olunmasına yönəlmiş metod və üsuldur. Əgər müəllim dərsi pozitiv şəkildə başlayarsa, dərsin sonuna qədər həmin uşaqlar elə ki, pozitiv yükün altında qalacaqlar və dərsə daha çox diqqət verəcəklər. Yəni ən əsası birinci pozitiv başlamaq lazımdır. Əgər müəllim dərsi negativlə başlasa, uşaqları daha çox negativə yükləsə, nəticə etibarilə uşaqlar artıq dərsi önəmsəməyəcəklər. Amma pozitiv bir mühit olsa, uşaqların yaradıcılığına sərf oluna biləcək bir mühit olsa, nəticə etibarilə uşaqların emosiyaları daima diri qalacaq. Nəticə etibarilə onlar problemin həllində maraqlı olacaqlar. Hər dərsdə problemin həllinə maraqlı olan şagirddə artıq nəticə etibarilə bu onlarda xarakter məsələsinə dönüşəcək. Ona görə də tədris prosesində də və ümumiyyətlə bir məsələni çözən zaman birinci pozitivdən başlayaraq, yəni çözməyə çalışdıqda, yəni neqativləri sonraya saxladıqda, neqativləri də nə isə izah etmək üçün istifadə etdikdə və bu zaman insanın emosiyası demək normal səviyyəyə gələcək. Nəticə etibarilə o həm yaxşı dinləyici olacaq, cavab vermə mərhələsində, yəni çox yaxşı özünü göstərəcək, dəyərləndirmə mərhələsində mütləq şəkildə özünü izah etməyə başaracaq. Nəticə etibarilə öz səhvlərini görəcək, yəni təşkil etmə mərhələsində və bunu dəfələrlə icra etdikcə artıq bu onda xarakterə çevriləcək. Təşkil etmə mərhələsində öz səhvlərini görə bilən şəxs nəticə etibarilə deməli özünə obyektiv yanaşmış şəxs olur və bu yəni bunu etdikcə daha sonra görəcək ki, əslində yəni bu onda mənfi xüsusiyyətlərin azalmasına səbəb olacaq. Yəni nəticə etibarilə nə olacaq? Artıq yəni yaxşı şeyləri özündə gördükcə artıq bu onda xarakterizə etmə mərhələsi, yəni artıq xarakterə çevriləcək. Bu şəkildə emosional affektiv taksonomiya əslində bizim yaxşı insana çevrilməyimiz üçün, yaxşı xüsusiyyətləri xarakterimizə çevrilməsi üçün ən əsası qəbul etmədən bizi dinləməyə sövq edir. Daha sonra cavabımızı, reaksiyamızı gözləyir. Ondan sonra bizim başqalarına münasibətimizi, yəni dəyərləndirmək nə deməkdir? Məsələn, kiminsə kimlənsə konflikti olub, nəticə etibarilə müəllim həmin uşaqları sinifə yığır və başlayır uşaqlara danışmağa, uşaqları bir-birlərini dinləməyə sövq eləyir. Nəticə etibarilə bir uşaq danışır, məsələn, zərər çəkmiş uşaq danışır, digəri isə zərər verən isə onu dinləyir. Dinləyəndən sonra cavab verir ki, niyə görə belə etdi? Müəllimin suallarına cavab verir, niyə görə belə etdi? Daha sonra dəyərləndirmə mərhələsi səhv edib, səhvini anlayır, anladığı üçün də deməli ondan üzr istəyir deyək və nəticə etibarilə təşkil etmə mərhələsində deyə bilər ki, bəli, mənim də emosiyalarımda və öz-özünə düşünə bilər ki, mən nə isə tələsirəm, tez qərar verirəm. Nəticə etibarilə mən sinif yoldaşıma qarşı belə bir kobudluq etdim. Bu mənim səhvimdir. Çalışacağam ki, bu səhvi öz xarakterimdən silim və nəticə etibarilə uşaq öz səhvini görə biləcəksə, zaman etibarı ilə bu onu yersiz konfliktlərdən uzaqlaşdıracaq və o konfliktlərdən uzaqlaşdıqca artıq bu onun xarakterinə çevriləcək. Bax, bu olur affektiv emosional taksonomiya. Və psixomotor taksonomiya nə deməkdir? Müəllimlər, psixomotor taksonomiya hərəkətlə bağlı olan taksonomiyalardır. Yəni insanın hərəkət ardıcıllığını özündə göstərir. Baxın, deyək ki, qaçmaqdır, şəkil çəkmək, plastilin figurlar düzəltmək. Yəni kiçik motorikadan başlamış, kiçik motorika nə deməkdir? Əl hərəkətlərindən başlamış, daha mürəkkəb hərəkətlərə qədər. Baxın, uşaq məktəbə gedərkən ilk öncə nə edir? Yəni bunu indi təhsilin ilkin mərhələsi nədir? İlkin pilləsi məktəbə qədər təhsil, yəni ki, bağça təhsilidir. Bağçaya getmiş uşaq, məsələn, plastilinə nə isə düzəltməyi öyrənir. Nəticə etibarilə plastilini əzir, müəyyən nə isə figurlar düzəldir. Nəticə etibarilə uşağın barmağının ucunu bərkiməsinə səbəb olur. Sonra kağızları belə deyək ki, doğrayır, kəsir, yapışdırır. Müəllim məsələn müəyyən deyək ki, belə deyək ki, bir şəkil verə bilər nə isə və deyə bilər ki, onun içini rəngləsin və bu da istər-istəməz uşağı qələm tutmaq vərdişini ilkin olaraq formalaşdıracaq.
və bu şəkildə uşaqda artıq kiçik motorikanın ilkin vərdişləri formalaşmağa başlayacaq. Və ümumiyyətlə bəs məktəbdə bunlar, yəni belə deyək ki, məsələn, məktəbdə texnologiya, təsviri incəsənət, musiqi dərslərində inkişaf etdirilir. Yəni bunlar bu məktəbdə keçirilən dərslərin ilə ibtidası bağçada qoyulur. Texnologiyadır, məsələn, plastindən isə fiqur düzəltmək ola bilər. Nəsə hazırlamaq ola bilər. Məsələn, deyək ki, qaçmaqdır fiziki tərbiyə dərslərində şəkil çəkmək, rəsm, xətt, sonra nəğmə oxumaq musiqi dərsində, konstruksiya qurmaq yenə də müəyyən belə deyək ki, konstruksiyalar, məsələn, fizika dərsidir, digər dərslərdə istifadə oluna bilən bir başa. Görürsüz ki, hər şey məsələn ibtidada məktəbə qədər təhsildən başladı və zaman etibarilə məktəbə hazırlığa gəldikcə, uşaq məktəbə gəldikcə hər təhsil səviyyəsinə uyğun olaraq yavaş-yavaş bu proses inkişaf etdirilməyə başladı. Deməli qeyd eləyək ki, yəni ümumiyyətlə, amma bu demək deyil ki, belə qeyd olunur ki, o başqa fənlərdə istifadə olunmur. Azərbaycan dil dərsində uşaqlar yazı yazırlar, məsələn, riyaziyyatda rəqəmlərlə işləyirlər, məsələn, həndəsədə fiqurlarla işləyirlər, fizikada deyək müəyyən qrafik işarələrdən istifadə edirlər və s. Yəni biz əlimizə qələmi götürüb nəsə bir iş icra eləyiriksə, deməli bu özü də nədir? Psixomotor taksonomiya. İndi gəlin diqqət eləyək, nəzər salaq nəyə? Uşaqlar ilk olaraq məktəbə gedərkən necə yazı yazmağa başlayırlar? Birinci müəyyən xəttlər çəkirlər, daha sonra belə deyək ki, hərflərin özünün hissələrini yazırlar. Ondan sonra yavaş-yavaş o hissələri birləşdirib bir hərf yazırlar, sonra hərf birləşmələri yazırlar, sözlər yazırlar, söz birləşmələri, nəhayət cümlə yazırlar. Və bunu görürsüz ki, ən sadədən başladılar. Nəsə bir cızıqlar atmaqla başladılar. Deməli bu özü kiçik motorika deməkdir. Məsələn, indi 11-ci sinifdə oxuyan uşaq necədir? 11-ci sinifdə oxuyan uşaqların, məsələn, deyək məktəbə hazırlığa gedən uşağa və yaxud da 1-ci sinifə gedən uşağa diqqət eləsəz görəcəksiniz ki, onların yazı sistemi və tempində necə böyük dəyişikliyi var. 1-ci sinifə gedir, yavaş-yavaş yazırsa, uşaq 11-ci sinifdə isə daha da sürətli şəkildə yazır. Deməli, sürətli şəkildə yazıbsa, bu proses onda artıq təbiiləşir. Deməli, bunun da özünün öz mərhələləri var. Birinci mərhələdə uşaq, yəni imitasiya edir. İmitasiya etmək nə deməkdir? Canlı ya müşahidə edə bilər, ya da ki, YouTube-dan müəyyən videolara baxa bilər və baxdıqdan sonra onu eyni qaydada icra edə bilər. Manipulyasiya etmək də idarə etmək deməkdir və manipulyasiyanın özündə diqqətli olmaq lazımdır. Tutaq ki, siz yemək bişirmək istəyirsiniz və tək halda deyək ki, ananıza zəng eləyirsiniz, telefonda o sizə nəyin necə olduğunu ardıcıllıqla deyir. Bu da manipulyasiyadır. Daha sonra müəllimlərin işə qəbul imtahanına belə deyək ki, sənəd qəbulu edirsiniz. Sənəd qəbulunda orada 2 dənə anlayış olur. Biri var video izah. Video izahda durub kimsə sizə nəyisə izah etmir. İnsan olmur orada. Orada sadəcə addımlar var. Məsələn, bir addım icra olundu, sonra keçir digər addıma, sonra deyir digər addıma. Yəni orada elə bir ekran önü çəkir. Baxın, mən burada necə sizə təlimatlandırıram. Yəni ekran önü çəkirəm, bax bunları izah edirəm. Bu özü də bir manipulyasiyadır. Mən sizin işinizi yönləndirirəm. Yəni burada deməli birində orada izah eləyəcək ki, məsələn, falan butona basdın, sonra falan yerə gəlməlisən, sonra falan yerə gəlməlisən, hansı məlumatları dondurmalısın. Bu özü də manipulyasiya. Bir də digər tərəfdən qeyd olunub ki, yazılı, yəni təlimatda, yazılı təlimata da girirsiniz, orada oxuyursunuz ki, nələrə əməl etmək lazım. Bu özü də manipulyasiyadır. Məsələn, Toybox-un içərisindən çıxanları, konstruksiyaları quraşdırırsınız. Məsələn, Lego-nun içərisindən çıxan müəyyən konstruksiyaları quraşdırırsınız. Bunlar da özü də manipulyasiyadır. Çünki orada hərəkət ardıcıllığı verilibdir. Daha sonra dəqiqlik. Dəqiqlik mərhələsi var. İmitasiyada nəyəsə baxdınız, atağınıza məsələn baxdınız, nəsə iş görürsüz, onun eynisini elədiniz. Bədən tərbiyə müəlliminin əl-ayaq hərəkətlərinə baxdınız, siz də eyni hərəkəti icra etdiniz. Deyək, rəqs müəlliminə baxdınız, elədiniz. Bunu siz YouTube-da da izləyə bilərsiniz. Manipulyasiyada ya oxudunuz, ya dinlədiniz, ya da ki, hər hansı bir ekran önü təliminə, belə deyək ki, təlimata baxdınız, öyrəndiniz. Elə deyil, eynisini icra etdiniz. Amma dəqiqlikdə isə heç kəs sizin yanınızda yoxdur. Dəqiqlik mərhələsində sizin əvvəlcədən qazanılmış bir təcrübəniz var, bildiyiniz bir üsul var və heç kəsin köməyi olmadan, nə bunun, nə də bunun köməyi olmadan özünüz onu təkcə eləyirsiniz. Və bu olur dəqiqlik. Bu mərhələdə də, istər bu mərhələdə müəyyən səhvlər ola bilər. Ən çox bu mərhələdə və bir də bu mərhələdə səhvlər ola bilər. Bu səhvləri tamamladıqdan sonra bura keçirsiniz. Deməli siz məsələn tutalım bozbaşı özünüz təkcə bişirirsiniz burada. Heç kəsin köməyi olmadan bişirirsiniz və yəndən sonra belə qərara gəlirsiniz ki, başqa bir nəsə deyək də, ya başqa bir belə deyək tərəvəzmi, başqa bir deyək ki, ədava mı əlavə eləsəz dadı başqa yəni formada ola bilər. Çünki siz həmin ədavanın dadını bilirsiniz də. Bu yeməklə birləşsə daha başqa bir belə deyək də bir dad ortaya çıxa bilər. Məsələn deyək ki, Novruz bayramı ilə bağlı slayd şou hazırlamaq istəyirsiniz və bu zaman siz buna musiqi seçməlisiniz, fon şəkillər seçməlisiniz, videolar seçməlisiniz, yazılar yazmalısınız. Görün neçə fəaliyyəti birləşdirirsiniz. Bu da olur artikulyasiya. Artikulyasiyanı artmaq sözü ilə yadda saxlayın. Artmaq sözü ilə. Çünki burada bir fəaliyyətdən yox, bir neçə fəaliyyətin birləşərək bir məhsul ortaya çıxarılması özünü göstərir. Yəni bir neçə işi birləşdirirsiniz, hərəkəti birləşdirirsiniz, bir məhsul ortaya qoyursunuz. Təbiiləşmə isə siz deyək ki, burada artıq yəni bunu nəyisə belə deyək də çətinliklə məsələn birinci dəfə bu işi edirsinizsə və uğurlu alınırsa, burada artıq siz bu bir şeyi təbiiləşməni sürətli şəkildə eləyirsiniz. Baxın, birinci sinifdə oxuyan uşağın yazısı ilə 11-ci sinifdə oxuyan uşağın yazısı arasında fərq var. 11-ci sinifdə oxuyan 5 dəqiqənin içərisində nə boyda yazı yazır, qoyur ortalığa sürətlə və gözəl şəkildə yazır. Deməli bu proses onda təbiiləşir. Əgər bir işi zirəng şəkildə tez bir zamanda edirsinizsə, deməli bu iş sizdə deməli təbiiləşir. Əvvəl siz bozbaş bişirməyə nəyisə videoya baxırdınız və yaxud da kimdənsə kömək alaraq bunu icra edirdinizsə, tək olanda müəyyən çətinliklə də bunu icra edirdinizsə, artikulyasiyada yenə də müəyyən əlavələr etdinizsə və gözləyirsiniz ki, görəsən necə alınacaq düşüncəsinə, amma təbiiləşmə mərhələsində isə eşitdiniz qonaq gəlir, 1 saatın içərisində yemək hazırladınız, qoydunuz ortalığa. Heç nə yardım almadan rahat
rahatlıqla, asan şəkildə. Deməli, bu olur nə? Təbiiləşmə mərhələsi. Deməli, siz psixomotor taksonomiyaya yemək bişirmə sahəsində yiyələnmisiniz. Məsələn, bozbaş bişirmə sahəsində yiyələnmisiniz deməkdir. İndi isə dəyərli müəllimlər, psixomotor taksonomiya dedik ki, hərəkət ardıcıllığıdır. Bax, biz birdən-birə bura nail ola bilmərik. Biz bunlardan keçməliyik ki, bura nail olaq. Yəni, biz bir şeyi həyatda arzulayarkən, məsələn, biz məqsədlərimiz olarkən, biz düşünməliyik ki, mütləq şəkildə bir işdə nədənsə başlamalıyıq və ona doğru getməliyik. Baxın, bunu necə deyim? Mütləq şəkildə biz nəyisə əsasını qoymalıyıq. Sonra yavaş-yavaş ona doğru gedək ki, biz hədəfimizə çataq. Biz bir çox hallarda bunu arzuluyuruq. Sonra bir də bura gəlmək istəyirik. Bunu unuduruq. Hansı ki, Lev Vygotskyini, o sosial scaffoldingini, yəni unuduruq. Scaffoldingini yadımızdan çıxarıb. Bu hissə bizdə çox önəmlidir. Baxın, bu hissə əgər bizdə olacaqsa, onu bilin ki, yəni bura çatmaq daha uğurlu olacaq və biz öz uğurlarımızı həqiqətən də bu hissədən daha da yaxşı şəkildə izləmiş olacaq, dəyərli müəllimlər. Ona görə də, yəni heç bir şey üçün tələsmək lazım deyil. Ona görə də baxın, taksonomiya bizə bunu təlqin eləyir. Biz müəllimlərə təlqin eləyir ki, siz istər bilik öyrədən zaman, istərsə də nəsə öyrənən zaman siz əslində tələsməməlisiniz. Yəni siz bilməlisiniz ki, istər bir işi icra edərkən, istər deyək ki, deməli, istər bir adamla münasibət qurarkən, istər belə deyək də, işarəliyim qoy. İstər bir adamla münasibət qurarkən mütləq şəkildə bu ardıcıllığa riayət edin. Əgər siz kimsə yaxşı dinləməsəz, bura qədər gəlib çata bilmərsiniz. Yəni bura qədər gəlib çatmaq üçün burada uğurlu olmaq lazımdır və daha sonra bunu addım-addım reallaşdırmaq lazımdır. Yəni taksonomiya gördüyünüz kimi ardıcıllıq deməkdir. Yəni taksonomiya qorxulu gəlməsin sizə. Bu bir ardıcıllıqdır. Aha, deməli keçdik biz idrak taksonomiyası. İdrak taksonomiyası gəlin görək bizə nə vəd edir, bizə nə demək istəyir. İdrak taksonomiyası bizə deyir ki, dəyərli müəllimlər, bizə deyir ki, siz düşüncədə ardıcıllığı qorumalısınız. Əgər məsələn bu günləri indi görürsüz, kurikulum müəllimləri çoxdur, ixtisas müəllimləri çoxdur, hamı izahlar verir. Yəni belə deyək ki, istəyici əhatəsində daha çox deyil müəllimlər olsun, şagirdlər olsun. Bunun üçün nə etmək lazımdır? Siz başqalarından necə fərqləndirməkdən ötəri, siz birinci bu mərhələyə yiyələnməlisiniz. Bu mərhələdən yiyələndikdə, addım-addım getdikdə siz artıq bura gələ bilərsiniz. Nəticə etibarilə öz reklamınızda, öz işinizdə daha yaradıcı yanaşaraq ətrafınızda daha çox insan toplaya bilərsiniz. İndi gəlin diqqət edək müəllimlər. Həm burada görürsüz aşağı təfəkkür səviyyəsi var, həm də yuxarı təfəkkür səviyyəsi var. Aşağı təfəkkür səviyyəsi o deməkdir ki, yəni buna hamı nail ola bilər, amma buna hər kəs nail ola bilmir. İndi gəlin görək, biz buna nail ola bilirik, bəs buna necə nail ola bilərik? Yəni buna istəsə hamı nail ola bilər, amma buna hələm-hələm adam nail ola bilmir. Gəlin görək, biz necə düşünməliyik ki, biz bunların hər birində mükəmməl olaq. İndi gəlin yaxından bunu izah edək. Deməli, dəyərli müəllimlər, deməli bu versiyanı Bloom özü müəyyən etmişdir və gördüyünüz kimi isimdir. Bilik, anlama, tətbiq, təhlil, sintez, dəyərləndirmə. Amma burada isə feildir, yəni maqmək şəkilçisi iləndir. Yəni bu feil də bizi nəyə sövq eləyir? Hərəkət etməyə sövq eləyir. İndi gəlin diqqət eləyək. Bax görürsüz burada fərqlər var. Biri 1956-da Bloom tərəfindən, digəri 2001-ci ildə təklif olunub. Yəni bunu 1956-cı ildə Bloom özü təklif eləyib və daha sonra onun tələbələri Kraslow və Anderson təxminən 10 il, 11 il bunun üzərində işləyərək və düşünüblər ki, əslində biz bunu bu şəkildə düzəltsək, İnsanlar öz düşüncələrində daha çox hərəkətli olarlar və onların düşüncələri hərəkətə gələr. Amma bunu yaradarkən onlar 2 dənə fərqi gözdən keçirdiblər. Birinci ondan ibarətdir ki, sonda maqmək şəkilçisi artırmaqla insanların beynini, düşüncəsini hərəkətə gətirməyi ön plana qoyublar. İkinci məsələ isə bax görürsüz sintez. Sintez etmək nə deməkdir? Nəyisə bir-birinə yapışdırmaq, kəsmə, yeni bir məhsul ortaya qoymaqdır, yaradıcılıq sərgiləməkdir. Baxın, məsələn deyək ki, musiqiçilər, pianino ifaçıları nə edirlər? Notları bir-biri ilə uyğunlaşdırırlar, nəticə etibarilə bir əsər yaradırlar. Yəni yaradırlar da nəyisə bir-birinə. Deməli onlar notları bir-birinə sintez elədilər, bir əsər ortaya qoydular. Və nəticə etibarilə bilirsiniz, indi bax burada diqqətli olaq. Deməli bu belə çıxır ki, dəyərləndirmə nə dedi? Dedi ki, bizim öz müstəqil fikrimizin olması, subyektimizin olmasıdır. Onda belə çıxır ki, insan nəyisə yaradandan sonra fikir ortaya qoyur. Yəni belə olur da. Deməli feillərlə ifadə edəndən sonra onlar başa düşdülər ki, bunların yerini dəyişmək lazımdır. Çünki insan nəsə yaradandan sonra fikir sahibi olmalı deyil. Nəyisə birinci fikir sahibi olandan sonra onlar nəyisə yaratmalıdırlar. Nəysə, demək insan özü subyektiv bir fikri olmalıdır. Həyata qarşı, özünə qarşı, ətraf aləmə qarşı, işinə qarşı öz subyektiv fikri olmalıdır ki, o nəyisə yaratmaq mərhələsinə gəlib çata bilsin. Yəni yaratmaq üçün hərəkət verici bir belə qüvvəsi olsun da, belə deyək. Və buna görə də bunları yeteist və ateist kimi deməli qruplaşdırıblar. Yəni biz burada deməli həqiqətən də maraqlıdır. Deməli biz nəyisə yaratmalıyıq, ondan sonra fikir bildirməliyik. Bilirsiniz, bu biraz çərçivələyir. Niyə? Deməli biz ancaq belə çıxır ki, öz yaratdığımıza fikir bildirməliyik. Xeyr. Amma buradakı dəyərləndirmə bizə deyir ki, sən öz yaratdığına yox, sən hər şeyə münasibət bildirə bilərsən. Sən hər şeyə fikir bildirə bilərsən. Sən hər kəsə diqqət edə bilərsən. Hər kəsi izləyib sonda öz yaradıcılığı ortaya qoya bilərsən. Fərq bundan ibarətdir. Dəyərli müəllimlər, keçid edək bunlar haqqında ətraflı biliklərə.
Gəlin diqqət eləyək. Qeyd edeyim ki, mən taksonomiya mövzusunu çox sevirəm. Çünki yəni bu üsul əslində bizə həyatda necə davranmağımız lazım olduğunu öyrədir. Çünki müəllim fasiləsiz təhsil alandır və biz hər anımızda öyrənməliyik, öyrəndiyimiz biliklərdən nəticə çıxarmalıyıq və taksonomiya bizi sanki ona yönləndirir də. Taksonomiya qeyd etdiyim kimi ardıcıllıqdır. İdrak taksonomiyası düşüncədəki ardıcıllığı bildirir. Affektiv emosional taksonomiya bizə başqaları ilə münasibətdəki yəni emosiyalarımızla bağlı davranışları demə ardıcıllığını bizə belə deyək ki, tövsiyə edir. Psixomotor isə bizim bir işi icra edəcəyik, hərəkət edəcəyik, nəsə düzəldəcəyik, nəsə bir fəaliyyət icra eləyəcəyiksə hərəkətli şəkildə bu hərəkətin ardıcıllığını ifadə edir. Baxın, bədən tərbiyə müəllimi hərəkətin ardıcıllığını göstərməklə uşaqların müəyyən idman belə deyək ki, hərəkətləri etməyi tövsiyə edirsə, o hərəkətin özündə bir ardıcıllıq var. Əgər biz ardıcıllığı qorumasaq xəsarət ala bilərik, nəsə başımıza pis iş gələ bilər. Görürsüz, hər bir şeyin özündə bir ardıcıllıq, bir nizam var. İndi gəlin bu idrak taksonomiyasındakı bu ardıcıllığa diqqət edək. Görək bizə nə vəd edir. Birinci gəldi müəllimlər xatırlamaq. Xatırlamaq mərhələsi. Xatırlamaq nə deməkdir? Biz bəzən yarana biləcək problemli situasiyalardan çıxış yolu axtarmaq istəyirik. Göründüyü kimi idrak düşüncədə olan bir prosesdir. Yəni biz nə isə icra etmək istəyirik, lakin bilirsiniz nə olur? Biz onu yaxşı oturub düşünməliyik, üzərində xatırlamalıyıq. Bir problem baş verir, biz onu düşünməliyik ki, bu niyə görə belə baş verdi? Harda nə oldu ki, görəsən bu hadisə baş verdi? Biz onu gözəl şəkildə xatırlamalıyıq. Hissələri, bütün hər bir şeyi olduğu kimi xatırlamalıyıq. Və yaxud da deyək ki, isimin halı. İsmin halları və yaxud da isim nə idi? İsim əşyanın adını deyilir. Yəni xatırlama mərhələsi biz heç bir şeyə dəyişiklik etmirik, hər şey olduğu şəkildə deyirik. İndi Azərbaycan dili müəllimləri dinləyirsə bunu, məsələn deyir ki, bir vasitəli nitq, bir də vasitəsiz nitq. Vasitəli nitqdə biz müəllifin və yaxud da o fikri deyən insanın fikirlərini heç bir dəyişiklik etmədən ortalığa qoyuruqsa, bu olur nə? Vasitəli nitq. Yəni biz onu olduğu kimi çatdırırıq da, belə deyək. Dəyərli müəllimlər, davam edirik. Deməli, biz burada xatırlamaq mərhələsində belə olur ki, biz nə isə belə qeyd edeyim ki, olduğu kimi çatdırırıq da, belə deyək. Olur bu vasitəsiz nitq. Vasitəsiz nitqdə biz başqalarının fikrinə dəyişiklik etmədən olduğu kimi çatdırırıq. Atalar sözləridir, olduğu kimi deyirik. Başqasından kimisə bir nitqi sitat gətiririk, olduğu kimi hansısa bir kitabdan deyək ki, biz məsələn bir sitat götürürük, bu olur yenidə xatırlama mərhələsi. Daha sonra məsələn nəsə təriflər deyirik, deyək ki, qrafiklərdir, onları çəkirik, göstəririksə, deməli bu da nə olacaq özü? Deməli hazır biliyi biz istifadə edirik də, beynimizdə yazırıq, deyiriksə, deməli bu olacaq nə? Demək xatırlamaq mərhələsi. Heç bir dəyişiklik etmədən sadəcə olduğu kimi deyirik. Deməli nə isə xatırlaya, yada sala bilmək, daha sonra tanıya, müəyyənləşdirə bilmək. İndi gəlin buradakı açar sözlərə diqqət eləyək. Baxın, bu müəyyənləşdirməkdə biraz ehtiyatlı olun. Yəni çünki bu bir neçə yerdə özünü göstərə bilər. Məsələn, baxın deyək ki, verilmiş deyək təriflər içərisində ismin tərifini seçin. İsmin tərifini müəyyənləşdirin. İsmin tərifini tapın. İsmin hallarını tapın. İsim nə deyilir? Məsələn, adlandırmaqdır. Sonra kimisə tanımaqdır. Uzun zamandır görmədiyiniz bir adamı 20 ildən sonra görürsünüz də, belə deyək. O adamı tanıyırsınız. Necə tanıyırsınız? Deməli, siz onu öz cizgilərini yadda saxlamısınız və xatırlayırsınız ki, bu filan kəsdir. Tanıdınız. Yada saldınız ki, o filan kəsdir. Sonra nə isə tərif vermək, heç sadalamaq. Deyirəm ki, ismin hallarını sadala. Dəyişiklik etmirsiniz ki, o eynən olan əsas məlumatı qeyd edirsiniz. Nə isə deyirəm ki, hazır məlumatı təkrarla. Yəni başqa bir nə isə etmirsiniz. İsim mövzusunu məsələn təkrarlayırsınız. İsmin hallarını sadalayırsınız. İsmə aid olan xüsusiyyətləri sadalayırsınız. İsimlə bağlı bütün məlumatları xatırlayırsınız. Görürsünüz, hazır məlumatı xatırlayırsınız. Məsələn, deyirəm ki, yadında 5 il əvvəl bir çay qırağında oturmuşdu, orada balıq tuturdu. Qızlardan biri belə dedi. Eyni şeyi o adam da təkrar edir. Deyir, hələ falan bir hadisə də baş verdi orada. Görürsünüz, xatırlayırsınız, olan hadisəni xatırlayırsınız, yada salırsınız. Olan hadisələri eynindən yada salırsınız və bunu deyirsiniz. Deməli, bu olur xatırlamaq mərhələsidir. Yəni real həyatda biz bu işləri dəfələrlə edirik də. Nə qədər xatırlamalar edirik həyatda. Nə qədər söz söhbətlər olur, onlar üzərində düşünürük, yada salırıq ki, harda nə başladı, necə oldu, necə davam etdi, mən nəyi harda düz etmədim, üzərində düşünürük də, yada salırıq ki, birinci biz yada salmalıyıq ki, nə isə başa düşə bilək. İndi isə dəyərli müəllimlər gəlirik anlama mərhələsinə. Baxın, indi mən sizə bir şey deyim, indi bunun biliyin növləri ilə əlaqələndirim. Xatırlama mərhələsi biliyin faktoloji, təfəkkürün isə məntiqi təfəkkürünə bağlıdır. Çünki məntiqi təfəkkür daha çox faktlara meyllənir. Faktlar əsasında fikir yürüdür. Faktlar əsasında nə isə deyir. Yəni burada ona görə də biz bunu daha çox bağlayırıq nə ilə? Biliyin faktoloji biliyi ilə, təfəkkürün isə məntiqi təfəkkür növü ilə əlaqələndiririk. Çünki biz burada heç bir dəyişiklik etmirik. Yəni biliyi hazır şəkildə deməli ötürürük. Yəni bax belə əlaqələndirməklərlə, yəni mən əslində sizi mövzuları biraz da təkrar etməyə sövq eləyirəm. Deməli anlamaq dəyərli müəllimlər, başa düşmək deməkdir.
Anlamaq başa düşmək deməkdir. Deməli, anlamaq nə isə başa düşmək deməkdir. Deyək ki, bir məsələn siz test tapşırığı verilir. O test tapşırığında deyir ki, eyni anda məsələn sizdən soruşa bilər ki, hansı cərgədəki isim həm mənsubiyyət, həm də hal şəkilçilidir. Deməli, siz beyninizdə fikirləşirsiniz ki, mənsubiyyət şəkilçisi necədir? Mənsubiyyət şəkilçiləri hansı halla bir yerdə işlənir və necə işlənir? Hal şəkilçiləri hansılardır? Və sairə bunun üzərində düşündünüz. Deməli, siz 2 dənə faktoloji bilik üzərində düşündünüz və onlar arasında əlaqə yaradaraq, məsələn, mənsubiyyət yoxsa hal şəkilçisi birinci gəlir, onun üzərində düşünürsüz və müxtəlif faktoloji biliklər arasında əlaqə yaradaraq cavab verirsinizsə, deməli burada siz anlama mərhələsindəsiniz və eyni zamanda müxtəlif biliklər arasında hazır biliklər arasında əlaqə yaratmaq özü anlama mərhələsindədir. Öz əvvəlki biliklərlə yeni biliklər arasında əlaqə yaratmaq anlamaq mərhələsində olmaqdır. Anlamaq nə isə başa düşmək deməkdir. Başa düşmək. Əgər siz oxuduğunuz, sizə izah olunan məlumatı əgər siz xatırlamasanız, yadınıza sala bilməsəz olduğu kimi siz onu heç vaxt başa düşə bilmərsiniz. Biz onu heç vaxt başa düşə bilmərik və bu başa düşmə olmasa biz onu heç vaxt tətbiq edə bilmərik. Test üzərində tətbiq edə bilmərik. Eləsək 100 testdən 90-ı səhv çıxacaq və bu bizi qapalı düşüncə tərzinə salacaq. Və burada biz səhv etməməkdən ötəri, köklü səhvlər etməməkdən ötəri nə etməliyik? Düzgün xatırlamağı başarmalıyıq. Görürsüz, düşüncənin özündəki ardıcıllıq birinci nədən başlayır? Xatırlamaqdan başlayır. Sonra biz bu biliklərimizi məntiqi şəkildə idarə etməliyik. Baxın, konseptual bilik nə idi? Konseptual bilik nə idi? Konseptual bilik, deməli, baxın, indi bax, mən burada da bir növ əlaqələndirim, onu yazım, qeyd edeyim. Konseptual bilik nə idi? Müxtəlif faktoloji biliklər arasında əlaqə yaradırdı. Deməli, burada da görürsüz, öz əvvəlki biliklərlə yeni biliklər arasında əlaqə qurmaqdır. Deməli, biz anlama mərhələsinə aid eləyəcək konseptual biliyə. Qeyd edeyim. Konseptual bilik. Bəs müəllimlər, bu yəni özü bəs belə qeyd eləyək də, bəs təfəkkürün hansı növü ilə əlaqəli olacaq? Konseptual bilik daha çox indi hal-hazırda bilirsiniz ki, kurikulum proqramına təfəkkürün 4 əlavə növünü də əlavə eləyiblər. Bu daha çox əlaqəli olacaq müəllimlər abstrakt təfəkkürlə. Məntiqi təfəkkürlərlə əlaqəli olacaq. Aydın olduğu fikrim. Yəni həm abstrakt, həm də məntiqi təfəkkürlə əlaqəli olacaq. Biliyin növü olaraq konseptual bilik, təfəkkürün növü olaraq ən çox belə qeyd eləyək ki, ən çox abstrakt və eyni zamanda məntiqi təfəkkürlə də əlaqəli olacaq. İndi niyə görə məntiqi təfəkkür? Onu da təbii ki, buradakı deməli strategiyalarla izah edəcəm. Deməli, anlamaq bildik ki, başa düşməkdir. Əgər uşaq dərsi oxuyub anlayırsa, burada görürsüz interpretasiya etmə ifadəsi var. Öz sözləri ilə dərsə danışa biləcək. Yəni anlamayıbsa uşaq dərsi əzbərləyici şeir kimi gəlib olduğu kimi danışacaq. Amma uşaq dərsi başa düşübsə, öz sözləri ilə dərsə danışa biləcək. Sonra xüsusi nümunələr, mən uşağa deyəcəm ki, isim nədir? Uşaq başlayacaq isim haqqında məlumat verəcək və ondan sonra başlayacaq, deyəcəm ki, nümunə gətir. Başlayacaq özündən nümunələr fikirləşib deməyə. Deməli, uşaq nümunə deyə bilirsə, deməli dərsi başa düşübdür. Daha sonra mən nümunələr verirəm, moru, kitab, qələm, dəftər və s. Deyirəm ki, uşağa bunları ümumiləşdir. Demək, uşaq da görür ki, isim mövzusunu keçib, məsələn, nitq hissələrindən. Deyir ki, müəllimə, bu olacaq isim. Mən soruşanda ki, niyə? Əsaslandırmaq da olmalıdır, ha? Bax, bunları biz deyirik ya, anlama mərhələsi başa düşübsə, uşaq eyni zamanda fikrini əsaslandırmalıdır. Da, bax, görürsüz, burada əsaslandırma var. Əsaslandırmalıdır ki, niyə görə bunu deyir? İndi mən deyəndə ki, uşağa sən əsaslandır ki, niyə görə sən bunları dedin ki, bunlar isimdir. Orada uşaq deyəcək ki, müəllim, moru sual verdim, nə sualına cavab verdi. Kitab sual verdim, nə sualına. O biri sözdə nə sualına cavab verdi. Deməli, bunlar nitq hissəsi olaraq isimdir. Deməli, uşaq nə etdi? Deməli, bu mövzunu başa düşüb ki, o mənə izah verdi və onları ümumi bir konsepsiya altında birləşdirə bildi. Sonra ümumiləşdirmə aparma. Oxuduğu bir mətn oxuyur. Deyək ki, Azərbaycanda bir mətn vermiş uşağa. Uşaq mətni oxuyur və deyirəm ki, bu mətndə nədən bəhs olunur? Fikrini ümumi şəkildə ifadə elə. Fikrini bir neçə cümləni ifadə edir ki, bu cümlədə xeyirxahlıqdan, əməyə rəğbətdən, yəni danışılır və fikrini ümumi şəkildə bir neçə cümləni ifadə edə biləcək. Deməli, uşaq oxuduğu mətni anlayıb başa düşməsə və onu xatırlamasa, oradakı hadisələri xatırlamasa və oradakı hadisələr arasında əlaqə yaradıb onu başa düşməsə, o necə axı onu ümumiləşdirə bilər? Məsələn, deyirəm ki, ismin hallarını təsnif elə. İsmin hallarını təsnif elə dedikdə, orada nə olacaq? İsmin hallarını götürəcək, üzr istəyirəm, halları üzrə sözləri məsələn təsnif elə. Uşaq orada götürəcək yəlik halı bir təsnif eləyəcək. Məsələn, adlı halda olan sözləri bir sırada qruplaşdıracaq, təsnif halda olan sözləri bir sırada qruplaşdıracaq. Nəyin sayəsində eləyəcək? Xatırlayacaq birinci ki, ismin hallarının şəkilçiləri hansılardır, sualları hansılardır. Onu xatırlayandan sonra, o biliklər arasında əlaqə yaradandan sonra, şəkilçilər filan əlaqə yaradandan sonra başlayacaq öz biliyini tətbiq eləməyə. Yəni nə etməyə? Qruplaşdırmağa, təsnif etməyə. Bu havadan olmadı ki, oxuduğumuz məlumatı yada salmasaq, bəyəm biz onlar arasında əlaqə yaratmasaq, biz hər hansı bir fəaliyyət icra edə bilərikmi? Xeyr. Məsələn, deyirəm ki, məsələn, sifət, məsələn, 50 dənə söz verilib, sifət, isim, say. Deyirəm ki, bu sözləri qruplaşdır. Uşaq necə qruplaşdıracaq? Qruplaşdıracaq ki, 25 dənə isimə aiddir. Deməli, ismi necə olacaq? Demək, isim haqqında məlumatları bilir. İsimə aid olan görünə qədər kateqoriyalar var. Onlar arasında əlaqə yaradaraq hər kateqoriyaya uyğun olaraq sözləri qruplaşdıracaq. Sonra sifəti bir qruplaşdıracaq, sayı
sözləri bir qruplaşdıracaq. Deməli, o sözlərə baxaraq üzərində düşünəcək ki, görəsən bu söz hansı haldadır? Deməli, o hal haqqında məlumatı yadına salacaq. Daha sonra onları o halı deməli başa düşdükdən sonra, beynində düşünüb başa düşdükdən sonra daha sonra onları bir qrupda cəmləşdirəcək. Daha sonra oxuduğu mətndən nəticə çıxara bilmək. Elə bax dedik ki, ümumi bir fikrə gəlmək, nəticə çıxarmaq da anlamaqdır sadə mətndə. Oxuyur, sadə mətndə oxuyur, nəticə çıxarır. Bu özü də məntiqi təfəkkürə aiddir. Daha sonra bax indi bax məntiqi təfəkkür demişkən mən bunu da qeyd edeyim sizə. Xüsusi nümunəyə gələ bilmək təfəkkürün hansı düşünmə formasına aid idi dəyərli müəllimlər? Xüsusi nümunə deduktiv düşünməkdir, məntiqi təfəkkürə aiddir. Sonra ümumi bir konsept altında birləşdirmək, nəyisə ümumiləşdirmək, bir qayda altında birləşmək hansı düşünmə formasıdır? İnduktiv düşünməkdir. Nəyə aiddir? Məntiqi təfəkkürə. Ona görə də biz anlama mərhələsini həm abstrakt, həm də məntiqi təfəkkürə aid edə bilərik. Daha sonra nəyisə oxşar fərqliyini müqayisə edə bilmək. Məsələn, siz sifəti də oxumusunuz, yəni ismi də oxumusunuz. Yəni məlum məsələdir ki, burada Amerikadan söhbət getmir ki, burada siz oxuduğunuz məlumatları bir-birinə müqayisə edirsinizsə, yəni bu sizin öyrənmənizi təmin edir. Yəni baxın, bu mərhələ var ha. Niyə görə buna aşağı təfəkkür səviyyəsi? Bu hələ bizim öyrənmə mərhələsində olduğumuzu bildirir. Biz burada hələ öyrənməyə ehtiyacımız var bizim burada. Yəni burada oxşar fərqliyi müqayisə eləməkdirsə, deməli siz bunları oxşar fərqliyi müqayisə edirsinizsə, deməli bu tipli testlərin öhdəsinə rahatlıqla gələcəksiniz. Sonra bir də mən uşağa deyirəm ki, şagirdimə deyirəm ki, gəl isim mövzusunu izah elə. Uşaq gəlir öz sözləri ilə dərsi izah edə bilirsə, deməli həmin şagird mövzunu rahat şəkildə başa düşüb ki, o mövzu barədə izah verə bilir. İndi gəlin dəyərli müəllimlər, buradakı strategiyalarda diqqət eləyək. İnterpretasiya etmək, öz sözlərini ifadə etməkdir. Məsələn, nümunələr gətirmək deduktiv düşünmədir, ümumiləşdirmə aparmaq induktiv düşünmədir, təsnif etmək, sıralamaq, qruplaşdırmaq, nəticə çıxarmaq. Bunlar aid olduğu konseptual biliyə aid olduğu nəyisə müqayisə edə bilmək. Yəni indi fərqində olmalısınız ki, biz burada nəyisə müqayisə eləyəcəksə, burada müqayisə etdiyimiz məlumatlar bizi tətbiq etməyə yönəldəcək. Mən onları indi addım-addım izah edəcəm. Sonra nəyisə təsvir etmək. Məsələn, gördüyünüz bir yer haqqında izah verirsiniz, nəyisə təsvir edirsiniz. Nə bilim, girdim otağa, divan bu tərəfdə idi, güzgü bu tərəfdə idi. Təsvir edirsiniz öz sözlərinizlə. Yəni anladığınızı, başa düşdüyünüzü təsvir edirsiniz. Bu özü anlama mərhələsi konseptual bilikdir. Müəyyənləşdirmək nəyisə, məsələn, deyək ki, sifətə aid olan sözləri müəyyənləşdirirsinizsə, deməli qaydanı bilirsiniz, qaydanı başa düşmüsünüz və daha sonra siz onu yəni müəyyənləşdirmə mərhələsindəsiniz. Öz sözlərinizi ifadə edirsiniz və dediyinizi əsaslandıra bilirsinizsə, əsas gətirə bilirsinizsə, sübut gətirə bilirsinizsə, bu sübut gətirmək məntiqi təfəkkürdür ha. Məsəl üçün deyəcəm ki, məsələn, bir şey haqqında fikir yürüdürsünüzsə, məsələn, oxuduğunuz mətn haqqında deyirsiniz ki, burada xeyirxahlıqdan danışılır. Deyirəm ki, bu xeyirxahlıq bunun harasındadır? Bunu əsaslandırırsınız, oradan fakt gətirəcəksiniz mənə nümunəyə ki, bax görürsünüz falan obrazın münasibəti var ha. Onun özü ilə başlayacaqsınız onu əsaslandırmağa. Yəni fakt əsasında fikrinizi əsaslandırırsınızsa, bu olur artıq məntiqi təfəkkür. Baxın, diqqətli olun ha, bunların üçünü də bizdən tələb edə bilərlər. Ona görə mən bunu müqayisəli şəkildə izah edirəm. Daha sonra dəyərli müəllimlər keçirik tətbiq etmə mərhələsi. Deməli bu mərhələdə bizim yiyələndiklərimiz bizi bura doğru aparır. İndi gəlin baxaq. Nəyisə yerinə yetirə bilmək, amma bir də həyata keçirmək. İndi qulaq asın, burada nədən söhbət gedir? Tətbiq etmə mərhələsində biz nəyisə kör-körənə şəkildə etmirik. Öyrəndiklərimizdən istifadə edərək, öyrəndiklərimizi tətbiq edərək, bildiyi bir üsulla, nə bilim, öyrəndiyi üsulla cədvəl qurmaq. Yəni, nə bilim, düstura əsasən misalı həll edir. Yəni biz əsasən nəyisə edirik. Durub buradan deməli, əgər bağımsız şəkildə nəyisə ediriksə, biz orada artıq yaratmış oluruq. Amma biz burada bağımlı şəkildə eləyirik. Baxın, reseptə əsasən yemək hazırlayırıq, düstura əsasən misal həll edirik, prosedur əsasında nəyisə icra edirik. Yəni tətbiq etmə mərhələsində xüsusi bir ardıcıllıq var. Biz tətbiq edərkən nəyisə mütləq şəkildə ardıcıllığa riayət etməliyik. Baxın, indi burada situasiyaya diqqət edək. Adətən bilirsiniz ki, nədənsə istifadə etməklə ifadəsinə rast gəlirik. Amma biz burada görürsünüz prosedur. Prosedur nə deməkdir? Prosedur nəyisə, belə qeyd edeyim ki, prosedurun özündə nəyisə bir ardıcıllıq var. Yəni başlayırsınız, davam edirsiniz, bitirirsiniz. Tətbiq etməkdə də elədir. Başlayırsınız, davam edirsiniz və bitirirsiniz. Nədəsə sanki bir ardıcıllıq var. Onu yerinə yetirmək var. Daha sonra siz görürsünüz, bax burada yazılıb ki, öyrəndiyini həyata keçirə bilirmi? Deməli siz bunu boş-boşuna eləmirsiniz ki, öyrəndiyiniz nəyisə əsasında nəyisə həyata keçirirsiniz. Yəni bunu bağımsız şəkildə etmək, yaratmaq olacaq. Amma burada bağımlı şəkildə nəyisə əsasında, nəyisə baxaraq, nəyisə bir prosedur əsasında bunu həyata keçirirsinizsə, bu artıq olacaq tətbiq etmə mərhələsi. İndi gəlin baxaq, görək tətbiq etmə mərhələsinin biliyin hansı növünə əlaqələndirir. Biliyin hansı növündə ardıcıllıq var idi müəllimlər? Hansı növündə idi o? Bəli, prosedural. Prosedural. Düzdür, yazım biraz qəribə alınsa da, prosedural. Bəs müəllimlər, yəni bəs təfəkkürün hansı növündə bizi hərəkətə gətirən bir təfəkkür növü var idi? Biz orada ancaq hərəkət etməli idik, nəyisə icra etməli, həyata keçirməli idi. Bu hansı idi? Bəli, praktik təfəkkür.
Praktik təfəkkür. Praktik təfəkkür. Deməli, biliyin növü olaraq müəllimlər burada nə oldu? Biliyin növü olaraq prosedural təfəkkür. Çünki burada bir ardıcıllıq var. Prosedural təfəkkürdə nə demək idi? Biz hər hansı bir işi ardıcıl şəkildə yerinə yetiririksə, o zaman da prosedural biliyə malikik və bir işin yerinə yetirmə ardıcıllığını biliriksə, o zaman da prosedural biliyə yiyələnmiş oluruq. Praktik təfəkkür də yenə də nəyisə bir işi tətbiq etmək, həyata keçirmək, yerinə yetirmək və s. bundan ibarətdir. Və burada o zaman orada da bir gözəl fikir qeyd olunmuşdu ki, biz nə zaman bir işi yerinə yetiririk, nəyisə yerinə yetirilməsinin vacib olduğunda, məsələn, özümüzdə onu ehtiyac hiss etdiyimiz zaman biz indi niyə görə biz bu videoya baxırıq? Niyə görə bunu edirik? Kurikulum testlərindən bu yöndə rahat şəkildə öhdəsindən gəlməkdə ötəri imtahanda yüksək nəticə toplamaqdan ötəridir ki, bu bizi praktikaya, yəni nəyisə tətbiq etməyə yönləndirir də, hərəkətə yönləndirir. Aydın oldu müəllimlər? Bu deməli, burada qeyd olunan bunlar niyə aşağı təfəkkür səviyyəsi oldu? Ona görə ki, biz burada hələ öyrənmə mərhələsindəyik. Biz bunlarda yaxşı öyrənməsək, biz digər yuxarı təfəkkür səviyyəsinə keçə bilmərik. Biz eyni zamanda bir şeyi yaxşı yadımızda saxlamalıyıq, onu çox gözəl şəkildə xatırlamalıyıq. Xatırladıqlarımız arasında əlaqə yaratmalıyıq. Məsələn, bir insanın sizlə məsələn deyək ki, münasibəti yaxşı deyil də, məsələn, təhlil edirsiniz, düşünürsünüz ki, görəsən nə baş verir baxa. Müəyyən günlərdə o insanların son dövrdə davranışlarını xatırlayırsınız, onun sizə qarşı münasibətini xatırlayırsınız. Xatırlayandan sonra başlayırsınız onlar arasında əlaqə yaratma. Əlaqə yaratdıqda artıq başa düşürsünüz ki, o insanın sizə qarşı münasibəti niyə görə bu şəkildə dönüb. Və yaxud da ki, sonra başlayırsınız onun barədə hərəkətə keçməyə ki, bu münasibəti düzəldəsiz də. Bunun üçün düzəltmək üçün də, yəni nə onun əsasında hərəkət edirsiniz də, sizə göstərilən münasibət əsasında, başa düşdükləriniz əsasında, anladıqlarınız əsasında siz artıq nəyisə demək icra etmək, belə deyək ki, məcburiyyətində özünüzü görürsünüz. Deməli, müəllimlər davam edirik təhlil etmə mərhələsində. Təhlil etmə mərhələsi isə nə deməkdir? Bunu qeyd edeyim və bu da çox rahatdır, qeyd edeyim. Təhlil etmə mərhələsi 2 hissədən ibarətdir. Birinci hissə olacaq, bizcə dəqiqə bunu qeyd edeyim. Birinci hissə olacaq, dəyərli müəllimlər, bunu qeyd edeyim burada. Birinci hissə olacaq, deməli, nəyinsə ən vacib, ən səmərəli olanını, yəni əsas olanını üzə çıxarmaq. Nəyisə məsələn siz təhlil edirsiniz də, dərindən nəyisə bir oxuyursunuz, nəsə bir dərindən araşdırma aparırsınız. Bu günləri, ayları, hətta illəri apara bilər ki, yəni dərindən bir öyrənmə baş verir. Təhlil etmək dərindən öyrənmənin nəticəsində əldə etdiyimiz fikirlərdir. Bax, bunu yadda saxlayın. Anlamaqda biz nəyisə müqayisə edirik. Məsələn, isim sifəti öyrəndik, onları müqayisə edirik, belə deyək ki, onlar haqqında bilirik. Amma məsələn təhlil etməkdə siz iki ayrı dövlətin məsələn idarəçilik quruluşunu təhlil edirsinizsə, deməli onlar haqqında məlumat öyrənməlisiniz. Təhsil sistemin öyrənmək istəyirsinizsə, təhsil sistemindəki irəliləyişlər, hansı qayda-qanunlar var, bunları dərindən araşdırmalısınız ki, son nəticə onları müqayisə edə biləsiniz. Bu olur artıq təhlil etmə mərhələsi. Çünki yəni burada öyrənmə, araşdırma dərindən gedir və bu dərindən getmə, dərindən olan araşdırma nəhayət olaraq bizdə dəyərləndirmə, yəni ki, özümüzün öz subyektiv fikrimizi formalaşdıracaq. Amma indi gəlin görək təhlil etmə mərhələsi niyə görə dedik 2 mərhələdən ibarətdir. Birinci mərhələ olacaq nəyisə ən vacib olanını üzə çıxartmaqdır. İkinci tərəf isə başqasının fikrini, məsələn, müəllifin mövqeyini ön plana çıxarmaq. Başqa və müəllif mövqeyini ön plana çıxarmaq. Məsələn, başqasına sizin haqqında olan niyyətini üzə çıxara bilirsinizsə, deməli siz burada nə etmisiniz? Nəsə bir hadisə baş verir, siz onu yadınıza salmısınız, o hadisələri bir-bir xatırlamısınız. Daha sonra onlardan məna çıxartmısınız, başa düşmüsünüz də, onları bir-birinə əlaqələndirib məna çıxarmısınız, yəni anlamısınız. Anladıqdan sonra siz nəsə bir addım atırsınız. O insanla deyək ki, bir görüşürsünüz, nəsə danışırsınız və bu danışıqların sonunda, yəni bu barədə danışıqların sonunda nəticə etibarilə siz başlayırsınız nəyisə təhlil etməyə ki, siz və anlayırsınız ki, yəni əslində bu hadisələr nədən irəli gəlib? Onun sizə qarşı hansı düşüncəsindən irəli gəlib? Yəni belə bir nəticəyə gəlirsiniz və yaxud da ki, sizin onunla olan münasibətinizdə ən uğursuz məqamı önə çıxardırsınız. Görürsünüz, siz bax orada anlamaq mərhələsini qeyd etmək istəyirəm ki, anlamaq mərhələsində olan o başa düşmək bizə nəyisə addım atmağa, bizi nəyisə reallaşdırmağa, həyata keçirməyə, icra etməyə sövq edir dəyərli müəllimlər. Amma yəni burada demək belə qeyd edeyim də, burada isə yəni siz elə ki danışırsınız, danışandan sonra siz analiz aparırsınız ki, görəsən niyə belə oldu, nədən belə baş verdi, hansı hadisə, səbəb-nəticə əlaqəsinin üzərində düşünürsünüz. Daha sonra məsələn müəllifin mövqeyi məsələsinə gələndə, məsələn deyək ki, anamın kitabı əsərini oxuyursunuz, əsərdə burada ideya, müəllifin bizə demək istədiyi fikir, yəni o bizim, yəni müəllifin mövqeyidir də, yəni bizə nəsə bir fikir bildirmək istəyir və bu zaman siz o fikri ortaya çıxara bilirsiniz də, əsərdəki problemi ortaya çıxara bilirsinizsə və buna dair mən soruşanda ki, əsərdə dillə bağlı ideyanı hardan ortaya
çıxardınız. Siz deyirsiniz ki, məsəl üçün, oradan başlayırsınız mənə sübutlar gətirməyə. Oradakı epizodlardan eyni olduğu kimi sübutlar gətirməyə. Bax, bu da təhlilin nəticəsindədir. Məsələn, 2 dənə obraz Rüstəm bəy və Cahandar ağa obrazı bilirsiniz. Rüstəm bəy Müsbət Fəxrəddin əsərindədir, Cahandar ağa Dəli Gür o əsərində olan bir obrazdır. Deməli, 2 böyük bir əsərdir. Deməli, siz o obrazları, məsələn, deyirsiniz ki, ikisi də ədəbiyyatda ziddiyyətli obrazdır. Nədən bu nəticəyə gəldiniz? Deməli, siz hər iki əsəri oxudunuz, zaman sərf elədiniz, əmək verdiniz. Təhlil etmək mərhələsində böyük bir əmək var, böyük bir zaman sərf eləmək var. Böyük bir əməyin zamanın sonunda alınmış fikirlərdir müəllimlər. Təhlil etmək mərhələsindən sonra artıq bizdə müstəqil fikir anlayışı formalaşır. Amma bizdə deməli təhlil etmək olmasa insanda subyektiv fikir olmaz. Yəni təhlil etmək mərhələsi eyni zamanda bizim obyektiv fikirlərimizdir. Obyektiv. İndi buradan çıxış edərək biz bunu təfəkkürün hansı növü ilə əlaqələndirə bilərik? Təfəkkürün həm obyektivliyə görə təfəkkürün əlaqələndiririk. Tənqidi təfəkkür. Deməli burada İndi biz belə bir şey var da, deməli təfəkkürün düşünmə formaları var idi, analitik düşünmə forması və bir də təfəkkürün yeni növü var idi, analitik demək təfəkkür növü var idi. Bu analitik təfəkkürdə analiz etmək var idi, təhlil etmək var idi. Yəni biz bir şeyi analiz edərkən heç vaxt onu biz bütöv bir anlayış kimi baxa bilmərik. Əgər biz həqiqətən də obyektiv bir fikir irəli sürmək istəyiriksə, mütləq hadisələri hissələrə bölüb və onlar üzərində parça-parça düşünməliyik. Məsələn, bir xəfiyyə düşünün ki, bir cinayət işini araşdırmağa başlayır və nəticə etibarı ilə həmin cinayətkarın haralarda olmasını, məsələn, hissə-hissə, məsələn, deyək ki, diaqramda çizir. Deyir ki, məsələn, ayın falan tarixində falan yerə gedib, falan işlə məşğul olub, falan yerində falan yerə gedib, falan saatı falan işlə məşğul olub. Görürsünüz, hissələrə bölməklə həmin o hissələr üzərində ayrı-ayrı düşünməyə başlayır. Cinayətdən öncəki, məsələn, bir ay, bir həftə üzərində başlayır onlar üzərində hissə-hissə düşünməyə, analiz aparmağa. Çünki ümumi düşünmək heç vaxt insanda mütləq bir fikir formalaşdıra bilməz beynində və ona görə də deməli hissələrə bölürdü. Biz analitik təfəkkürdə nə demişdik? Analitik təfəkkürdə demişdik ki, hadisələri, yəni oxuduqlarını, yəni problemi hissələrə bölür. Hissələrə bölüb onlar üzərində ayrı-ayrı araşdırır. Daha sonra keçir müqayisə aparmağa. Baxın, siz iki ayrı-ayrı dövlətin və yaxud da deyək ki, Lənkəranla və Zaqatala rayonunun deyək ki, belə deyək, təsərrüfatı barədə maraqlanırsınız. Məsələn, mən Şirvan şəhərindənəm. Mən hardan bilirəm axı Zaqatalaya getməmişəm, bilmirəm. Lənkərana getməmişəm, bilmirəm. Onların iqlim qurşağı necədir, hava şəraiti, ümumiyyətlə hansı bitkiləri əkə bilərlər, torpaqlar necədir? Yəni bunu bilməkdə görürsünüz nə qədər amillər var burada. Orada hansı bitkilər bitə bilər, yəni və s. Yəni bunlar haqqında dərindən görürsünüz nə qədər şey öyrənməliyim ki, nəticə etibarilə mən onu müqayisə edə bilim. Yəni burada görürsünüz, amma məsələn anlama mərhələsində bu qədər dərin biliyə sahib olmaya ehtiyac yoxdur. Yəni çünki oradakı bilik məni ancaq nə isə yerinə yetirməyi, kənara çıxmada yerinə yetirməyi sövq edir. Amma bu təhlil etmə mərhələsində isə mən nə isə gərək dərindən analiz edeyim ki, daha sonra yekdən bir fikrə gələ biləm. Deməli biz dərindən onları öyrəndikdən sonra sistemli şəkildə müqayisə edirik. Müqayisə edəndən sonra insanlar səbəb və nəticə əlaqəsini tapmalıdırlar. Yəni bir hadisəyə səbəb nə olub və yaxud da bu hadisə olsa nəticəsi nə olacaq? Bunu proqnozlaşdıra bilmək analitik təfəkkürdür. Çünki bir insan bir şeyi proqnozlaşdırarkən, mümkün edəcəyi işin nəticəsini proqnozlaşdırarkən, deməli köklü şəkildə bunun üzərində çoxlu düşünüb, böyük bir zaman sərf edib ki, bu nəticəyə gələ bilib. Daha sonra, yəni məsəl üçün deyək ki, siz əsər təhlil edirsiniz, dediniz ki, Cahandar ağa ziddiyyətli obrazda. Ziddiyyətli obraz olmalı mən soruşuram ki, bax nəyə əsasən bunu deyirsiniz? Siz əsərdən mənə sübutlar gətirirsiniz. Yəni əsərdən sübutlar gətirməklə deməli siz orada yəni öz fikrinizi demədiniz ki, hazır fikri mənə dediniz. Bu hazır fikirlər əslində bizə obyektiv fikirlərimizi ortaya qoymağa kömək edir təhlil etmə mərhələsində. Sonra başlayırsınız, məsələn, dərsi izah edən zaman alternativ izahlar verirsiniz. Məsələn, mən müəllim kütləsinə mövzu izah edirəm və şərhlərdə hansısa müəllim yazır ki, mən falan şeyi başa düşmədim sizin izahınızı. Mən avtomatik fikirləşirəm ki, mən müəllimə necə izah versəm, o məni daha yaxşı başa düşər. Deməli, onu anında düşünüb tapmaq belə, yəni yenə də analitik təfəkkürdür. Ona görə də bunu həm də analitik təfəkkürə aid edə bilərik. Və yaxşı, yəni siz deyə bilərsiniz ki, bəs biliyin növü olaraq nə olacaq? Biliyin növü olaraq da təbii ki, olacaq konseptual. Konseptual olacaq. Konseptual bilik olacaq. Bilirsiniz ki, yəni biliyin növlərində nə isə yada salmaq, xatırlamaqsa eyni ilə bu faktoloji biliyə aiddir. Prosedural işin yerinə yetirmə ardıcılığı ilə bağlıdır. Orada mütləq bir ardıcılıq var kənara. Metakognitiv mənim özümlə bağlıdır. Yerdə qalanlar hamısı yığırıq konseptualın üstünə. Daha sonra qeyd etdiyimiz kimi, yəni təhlil etmək bizim obyektiv düşüncələrimizdir. Bizim obyektiv, sübutlu, sənədli, sübutlu şəkildə bizim obyektiv düşüncələrimizdir. Məsəl üçün, bax, biz qəbul imtahanı verəndə, qəbul imtahanı zamanı misallar düşürdü. Həmin misallarda demək olar ki, uzun bir misallar düşürdü, yəni testdə. Testdə o sualların cavabı müəllimlər ya 0 olurdu, ya da 1 olurdu. Yəni ikisindən biri olurdu. Bəzən olurdu ki, mən də sınavlarda səhvə yol verirdim. Nəticə etibarilə məsəl üçün cavabı 1 götürürdüm, amma səhv olurdu. Nəticə etibarilə sınavdan gələndən sonra otururdum, o misalın həlli üzərində yenidən düşünürdüm. Analiz edirdim ki, bax mən harda səhv etmişəm ki, harda səhv buraxmışam ki, yəni cavab 0 yox 1 alınır. Deməli, etdiyiniz işin üzərində düşünmək, ona yenidən baxmaq belə təhlil etməkdir. Təhlil etmək nə deməkdir? Siz bir işin üzərində düşünürsünüz və obyektiv bir nəticəyə gəlirsiniz. Burada sizin fikriniz önəmli deyil. Burada sizin fikriniz belə deyək, subyektiv
subyektiviniz deyil. Sizin burada məsələyə doğru yanaşmanız önəmlidir. Deməli, qeyd etdiyimiz kimi, deməli, təhlil etmə mərhələsi nəyisə parçalara, hissələrə ayırmaq. Yadınızdadsa analitik təfəkkürdə də eləydik. Parçalara, hissələrə ayırmaqdır. Baxın, indi həmin o dediyim 2 anlayış var. Özü burada var. Deyir ki, birinci səbəb nədir? Hər şey ən vacib. Hə, bir işin, bircə dəqiqə. Bir işin ən vacib, bir də ən səmərəli yolunu müəyyənləşdirmək və eyni zamanda əsaslandırmaq. Məsələn, mən deyirəm ki, dəyirmi masa qurmuşuq uşaqlarla. Deməli, bir problem ətrafında düşünürük, təhlil edirik də, yəni məsələn, əsəri təhlil edirik. Uşağa deyirəm ki, məsəl üçün də Dəli Kürü əsərində ən vacib problem nədir? Uşaq ən vacib olan, ən əsas olan, ən lazımlı olan, sonra uyğun olan, olmayan. Bax, məsələn, mən Dəli Kürü əsərində soruşuram ki, uşaqlar, burada uyğun olan, olmayan fikirlər nələrdir? Yəni, bugünkü dövrə etibarda uyğun olan, olmayan fikir nədən ibarətdir? O uşaq o əsəri oxumasa, o boyda əsəri oxumasa, hardan bilsin axı bunu? Təhlil etmək mərhələsində böyük əmək var, böyük zaman sərfiyyatı var. Ona görə də bunu anlama mərhələsinə qarışdırmayın. Yəni, burada bizim söyləyəcəyimiz fikir bizi müstəqil düşüncəyə aparacaq. Ona görə də, baxın, 2 mərhələdən ibarətdir. Məsələn, ən vacib olan, ən səmərəli olanı müəyyənləşdirirsiniz və eyni zamanda onu əsaslandırırsınız. Bax, əsaslandırmaq bizə nəyə lazımdır? Əsaslandırmaq, yəni sübut gətirmək. Analitik təfəkkürdə nə idi? Sübut gətirmək. Buradakı əsaslandırmaq sübut gətirməkdir. Müəllifin mövqeyini. Burada deyirəm ki, bəs müəllifin qənaətini söylə dedikdə, uşaq orada əsərdə sübut gətirəcək mənə. Bu əsaslandırmaq bu sübutdur, ha. Sübutdur. Əsaslandırmaq sübutu. Görürsünüz müəllifin mövqeyini 2 hissə, görürsünüz 2 dənə də, yəni situasiya verib bizə müxtəlif. Biri ən vacib olan, uyğun olan, olmayan, nə bilim ən lazımlı olanı, ən səmərəsiz olanı müəyyən etmək, yəni bir təhlil nəticəsində, analiz nəticəsində ortaya çıxır. Məsələn, deyək ki, bu məsələdə deyək ki, cinayət hadisəsi baş verib, Allah uzaq eləsin. Orada deyir ki, burada ən günahsız adam filan kəsdir. Bunu nəyin əsasında? Demək, təhlil elədi, analiz elədi ki, onu yəni bu deyək ki, bu cinayətdən çıxdılar, kənarlaşdırdılar. Yəni müəllifin mövqeyi nə? Başqasının sizin barədə olan fikirlərini ön plana çıxarmaq. Bu eyni zamanda həm də biraz da abstrakt təfəkkürə uyğun gəlir. Onu qeyd edeyim. Və bir də müəllifin mövqeyini ön plana çıxartmaqsa, belə qeyd edeyim ki, deməli analiz etmək nəticəsində ortaya çıxır. Analiz etmək nəticəsində ortaya çıxır. İndi gəlin buradakı deməli strategiyalara diqqət edək, açar sözlərə. Baxın, nə isə fərqləndirmək. 2 dənə deyək ki, Cahan Darağlı, Rüstəm bəy obrazını fərqləndirirsiniz. Siz hər 2 əsəri oxumasınız, zaman sərf eləməsiniz. Bunu necə fərqləndirə bilərsiniz? Necə onları ayırd edə bilərsiniz? Onlara müsbət mənfi xüsusiyyətlərini, onları necə bir-birindən qarşılaşdıra bilərsiniz? Necə onları bir-biri ilə müqayisə edə bilərsiniz oxumasaq? Müəllifin əsəri oxumasaq, axı müəllifin mövqeyini hardan bilə bilərsiniz? Məsələn, müəllifin mövqeyini necə müəyyənləşdirmiş olarsınız? Cahan Darağlının müsbət mənfi xüsusiyyətini necə müəyyənləşdirmiş olarsınız? Cahan Darağlı ilə Rüstəm bəyi necə tutuşdura bilərsiniz? Rüstəm bəy ilə Fəxrəddini necə tutuşdurarsınız? O əsəri oxumasınız, Rüstəm bəy ayrı, Fəxrəddin bəyi ayrı öyrənməsəz, siz onları necə tutuşdura bilərsiniz axı bir-biri ilə? Sonra necə onların, məsələn, Cahandar ağanın və yaxud da Rüstəm bəyin davranışlarını necə sual altında qoya bilərsiniz ki, necə olub ki, Rüstəm bəy o dövrdə öz qızını oxutdurmaq qərarına gəlir? Bunun üzərində necə düşünərsiniz axı? Və əsaslandırmaq da burada sübut gətirməkdir. Mətndən sübutlar gətirmək, bu olur təhlil etmək. Deməli, dəyərli müəllimlər, keçə dəyərləndirmə mərhələsinə. Dəyərləndirmə mərhələsi isə təhlil etmə mərhələsində bizim obyektiv qərarlarımızdan sonra, baxın, bu bir şey deyim. Müəllifin qərarını müəyyənləşdirmək, təhlil etmək mərhələsidir. Amma öz qərarını bildirmək isə dəyərləndirmə mərhələsidir. Bax, burada diqqətli olaq. İndi, baxın, dəyərləndirmə mərhələsi bizim özümüzün subyektimizdir. Bizim özümüzün fikrimizdir. Necə ki, biz təhlil etmə mərhələsində müəllifin mövqeyini ön plana çəkdik. Elə bilin ki, bir var, əsər vardı ortada, elə deyil. Bir var ki, burada müəllifin əsərə münasibəti, bir də var ki, oxucu kimi mənim münasibətim. Oxucu kimi mənim münasibətim aiddir dəyərləndirmə mərhələsinə. Baxın, müəllifin mövqeyini siz ortaya çıxarırsınızsa, bu təhlil etmə mərhələsindədir. Amma öz mövqeyinizi bildirir və bunu əsaslandırırsınızsa, əsərdən sübutlar gətirərək bunu əsaslandırırsınızsa, öz mövqeyinizi əsərdən sübutlar gətirərək əsaslandırırsınızsa, bu olur dəyərləndirmə mərhələsi. Məsələn, Cahandar ağa sizə görə tutalım ki, mənfi obrazı, mənə görə mənfi obrazı. Yaxşı, onda soruşa bilərsiniz ki, siz nəyə əsasən deyirsiniz ki, Cahandar ağa mənfi obrazı? Mən əsərdən başlayıram sübutlar gətirmək, fikrimi nəyə əsasən edirəm, əsaslandırmaq. İndi burada da qeyd olunur ki, meyar və standartlar. Yəni mən bir şey haqqında fikir yürüdərkən, deməli dəyərləndirmə apararkən, deməli mən burada boş-boşuna danışmıram da. Deməli burada bir əsər var, bir problem var, bir hadisə var ki, mən onun əsasında fikrimi bildirirəm. İndi baxın, diqqətli olun. Deyir ki, nə isə qiymətləndirmək, əsər barədə, məsələn, görülən işləri qiymətləndirmək. Görülən işləri qiymətləndirəndə siz deməli dərin analiz təhlil aparmısınız ki, yəni onun barədə ətraflı məlumat toplamısınız ki, nəticə etibarilə bir fikrə gəlmisiniz. Özünüzün gəldiyi fikirdir. Bir fikrə gəlmisinizsə qiymətləndirmək, yəni fikir bildirirsinizsə deməli dəyərləndirməkdir. Nə isə yoxluyursunuzsa yenidən, bu da dəyərləndirməkdir. Baxın, əsəri oxudunuz deyək ki, Dəli Kürü oxudunuz. Dəli Kürü oxudunuz, Cahandar ağanın mənfi xüsusiyyətini deyirsinizsə, mən deyirəm ki, nəyə əsasən deyirsən ki, bax bu mənfi obrazdır. O adam götürür əsərdən sübutlar gətirməyi, mələyə qaçırdı, başqasının arvadı, mənfi davranışları da bunlar. Başqasının arvadını qaçırır, ondan sonra evinə gətirir. Neçə illik arvadına belə deyək ki, xəyanət edir, oğlunu küstürür, oğlu evdən çıxır gedir və bütün bunlar Cahandar ağanın fəlakətini gətirib çıxarır. Yəni ailəsində baş verən bu olumsuzluqlar nəticə etibarilə Cahandar ağanın özünün də fəlakətini gətirib çıxarır.
və mən əsərdən sübut gətirəm. Bax, təhlil etmək mərhələsində mən müəllifin mövqeyini, başqasının fikrini, yəni müəyyən edərək əsərdən sübutlar gətirirəm. Ən vacib məqamı qeyd etməklə, ən səmərəli, ən lazım olanı, uyğun olan, olmayanı müəyyən etməklə əsərdən sübutlar gətirirəm. Amma burada öz fikrimi bildirməklə əsərdən sübutlar gətirirəm. Baxın, mühakimə etmək, mühakimə etmək, fikir bildirmək. Nəyin əsasında fikir bildirirəm və mən nəyə əsasən bunu bildirirəm. Sonra dəyərləndirmək, yenə dəyərləndirmə, mühakimə. Bir də müdafiə etmək. Müdafiə etmək yerində sübutlar gətirməkdir. Oxuduğum əsər barədə bir qərara gəlmək. Oxuduğum əsər əsasında bir qərara gəlirəmsə, bu mənim subyektiv fikrimdir. Amma burada müəllifin qərarını, obrazın qərarını ortaya çıxarıramsa, deməli burada təhlil etmə mərhələsidir. Təhlil etməkdə mənim subyektiv və obyektiv fikirlərim əsasda, doğru düzgün. Amma burada isə mənim öz fikrim, belə deyək ki, öz düşüncələrim əsasda. Deməli burada deyir ki, əldə olunan məhsul ideal nəticənin uyğunluğunu, məntiqliyini, əsaslığını yoxlaya bilirmi? Deməli əldə olunan məhsul barədə, ideya barədə mən dərindən araşdırma aparmalıyam ki, nəticə etibarilə əsaslılığını söylədi, oradakı olan əsaslılığı yoxlaya bilim də, yəni fikir bildirə bilim. Meyarlar əsasında prosesi mühakimə edə bilirsə, bax görürsüz, meyar var, burada səbəbkar var. Müəyyən mövqeyi yaxud da qərarı əsaslı şəkildə dəyərləndirə bilirmi? Müəyyən mövqeyi yaxud qərarı əsaslı şəkildə dəyərləndirə bilirmi? Deməli, əsaslı şəkildə dəyərləndirə bilmək, fikir yürüdə bilməkdir. Aydın oldu məndə. Əslində görürsünüz, bu mərhələlərin hər birinə ayrı-ayrı özünün funksiyaları var. Bunlar dərk edəndən sonra taksonomiya sizcə su içim kimi asan olacaq. Deməli, mən obyektiv fikir bildirə bilirəm. Deməli, mən müstəqil bir insan kimi obyektiv fikir bildirə bilirəmsə, mənim öz belə deyək də obyektiv tənqidi təfəkkürüm inkişaf edibsə, analitik təfəkkürüm inkişaf edibsə, nəticədə konseptual olaraq, abstrakt təfəkkür də olaraq deyək, mən belə subyektiv bir qənaətə gələ bilirəmsə, artıq mən hər şey barədə öz düşüncələrim, öz fikrim var, özüm barədə öz fikirlərim varsa, hadisələrə münasibət barədə öz fikirlərim varsa, deməli artıq mən keçid edirəm yaratmaq mərhələsinə. Yəni əgər bir insan dəyərləndirmə mərhələsində deyilsə, yəni bir hadisə barədə ümumiyyətlə onun öz fikri yoxdursa, deməli o adam həmişə başqalarını təkrar edəcək və həyatda heç bir uğura nail ola bilməyəcək. Dəyərləndirmə mərhələsi mahiyyəti məhz bundan ibarətdir. Düşüncələrimizdə. Yaratmaq mərhələsində isə artıq insan həm özünü, həm ətrafında hər şeyi yenidən yaratmağa başlayacaq. Yəni yeni yanaşma ortaya qoyacaq. Baxın, burada obyektiv düşündü. Bax, hər insan hadisə barədə obyektiv düşünə bilməz. Məsələn, biri deyir ki, biri birinin yanından keçdi. Aşağı təfəkkür səviyyəsində olub dayanan insan deyəcək ki, deməli onun məndə şəxsi qərəzliyi vardı. Amma yuxarı təfəkkür səviyyəsində olan insan, yəni təhlil etmədə olan insan deyəcək ki, mən dünən o adamı gördüm, mən qəşəng elə də yaxşı salam verdi, mənlə görüşdü. Yəqin nəsə fikirli olub. Məsələn, obyektiv şəkildə düşünəcək. Amma məsələn, onlar daha çox belə deyək ki, məsələdən mənfi məna çıxarmağa meylli olacaqlar. Çünki onlar hələ obyektiv düşünmənin nə olduğunu bilmirlər. Obyektiv düşünən insan isə məsələ ətrafında analiz aparacaq. Deyəcək ki, mən hər zaman salam sağ ol edən bir insan niyə görə bu gün məndən belə davransın ki? Bəlkə mən onu bilmədən nəsə bir yanlış etmişəm. Obyektiv şəkildə düşünəcək. Və nəticədə daha sonra öz fikrini ortaya qoymuş olacaq. Əgər bir insanın müstəqil bir fikri varsa, bu onu yaradıcılığa aparacaq. Baxın, İndi müəllimlər çoxdur. Müəllimlər indi birinci növbədə əgər mən deyək ki, tanınmaq istəyirəmsə oturub öz fəaliyyətimi təhlil edəcəm. Axı mən necə bir fəaliyyət edirəm ki, Instagramda kifayət qədər kütləm yoxdur. Axı mən necə bir fəaliyyət göstərirəm ki, yəni mənim videolarım kifayət qədər izlənmir. Axı mən niyə görə belədir? Deməli mənim videolarımda məsələn reklam yoxdur. Mən peşəkar şəkildə çəkim etmirəm. Başqalarına yəni ki, daha fərqli biri ortaya amma qoymuram. Deməli nəticəyə gəlirəm ki, mən nəticəyə gəlmək deyəndə mən axırı deyirəm ki, məsələn özüm barədə fikir bildirirəm ki, bax mən hər dəfə tez-tez məşğul olsam, tez-tez videolar çəkib qoymalıyam. Bax, yəni belə intensiv olaraq fəaliyyətdə olmalıyam ki, artıq müəllimlər məni görə bilsinlər və nəticə etibarilə mənim də izahımdan yararlana bilsinlər. Daha sonra fikirləşirəm ki, bəs mən necə edə bilərəm ki, yaratmaq həm yaradıcı təfəkkürlə əlaqəlidir, eyni zamanda metakognitiv bacarıqlarla, metakognitiv biliklə də əlaqəli ola bilər bu mərhələ. Demək, yaratmaq mərhələsində artıq mən belə deyim də, yəni hər şeyin yeni bir fikir ortaya qoyuram, yeni bir mövqeyi ortaya qoyuram, yeni bir plan yaradıram, yeni bir problemi yeni şəkildə həll edirəm. Yəni əsərə başqa gözlə baxıram. Belə yaradıcılıq var da buradakı. Qeyri-standart yanaşma axır ki, nümayiş elətdirirəm. Məsələn, iki məhlulu birləşdirib bir dənə məsələ deyək ki, YouTube vasitəsilə yaradan insan təbii ki, burada yaradıcılıq edir də, təbii ki də. Deməli, indi baxın, burada ideya, burada deyək ki, həll yolu, burada deyək ki, yeni bir məhsul həll yolu nöqteyi nəzər ortaya qoya bilirmi, yarada bilirmi? Yeni, görürsünüz, yeni deyir. Sonra problemi məsələn alternativ nə deməkdir? Yeni bir həll yolu irəli sürə bilirmi? İndi gəlin burada diqqətli olun. Bax, nə isə quraşdırıb yaratmaq. Nələrsə quraşdırırsınız, yeni bir məhsul yaradırsınız. Problemlə bağlı bir fikir irəli sürürsünüzsə, deməli yeni bir həll yolu ortaya qoyursunuz. Nə isə yaradırsınızsa, deməli yaratmaqdır. Sonra nə isə dizayn edə bilirsinizsə, məsələn indi Novruz bayramı gəlir qarşıdan, siz xonçaları evdə bəzəyəcəksiniz, övladlarınız üçün həm evinizin gözəlliyi belə dizayn üçün. Bu yaraatmaqdır. Sonra nə isə özünü inkişaf elətdirmək üçün, plan qurursunuz da özü üçün. Bax, görürsünüz, metakognitiv bilikdir. Özü üçün yeni bir yol yaradırsınız, nə isə düşünürsünüz. Bu da metakognitivlikdir. Sonra belə deyək də, nə isə formula etmək, yaratmaqdır. Nə isə bir demək plan tərtib edirsiniz. Məsələn, deyək ki, belə deyək də, təsərrüfatın inkişafı ilə bağlı bir deyək ki, cədvəl tərtib edirsiniz, plan tərtibi. Bu yeni yanaşmadır. Məsələn, nələrsə birləşdirib bir məhsul ortaya qoyursunuz.
Davam edirik dəyərli müəllimlər. Yəni burada yeni yanaşma. Bax nəyisə icad etmək özü, nəyisə baxın icad etmək özü deməli nəyisə yaradıcılıqdır. Deməli dəyərli müəllimlər, indi gəlin başdan yenə də baxaq bu mövzuya. Deməli dedik ki, nədir? Deməli idrak taksonomiyası nəyinsə belə idrak düşüncə təfəkkürlə bağlıdır. Deməli, yəni bizim düşüncələrimizdəki ardıcıllığı ehtiva eləyir. Deməli, gəlin düşünək ki, bir xəfiyyə cinayəti araşdırmaq, nə vaxtsa örtbasdır olunmuş bir cinayət üzərində düşünmək istəyir. Deməli, o xatırlayır ki, burada deməli nə baş vermişdi? Hadisələri ardıcıllıqla xatırlayır. Ondan sonra bütün belə deyək ki, o barədə bütün sənədlərə baxır, sənədləri oxuyur, yəni hazır məlumatları oxuyur da və müxtəlif araşdırmalar aparır. Nəticə etibarilə başlayır yəni belə deyək ki, hadisələr arasında belə deyək əlaqə qurmağa. Əlaqə qurduqdan sonra o artıq başlayır. Yəni belə deyək də bir cinayəti araşdırmağa başlayır və araşdıranda başqa faktlar ortaya çıxır və başlayır həmin faktlar arasında əlaqə yaratmağa ki, görəsən bu faktlar bir-birinə nə dərəcədə əlaqəlidir. Yəni başa düşür də, bunları əlaqələndirir. Nəticə etibarilə başlayır o cinayəti araşdırmağa. O cinayəti araşdırmaqdan ötəri cinayətin üslubuna baxaraq başlayır plan tərtib etməyə və onu araşdırmağa başlayır. Onu araşdırmağa başladıqdan sonra müəyyən məsələlər ortaya çıxır ki, oturur onlar üzərində düşünməyə. Araşdırdığı məlumatlar üzərində və əldə etdiyi əvvəlki faktlar üzərində başlayır əlaqə yaratmağa, onlar üzərində düşünməyə. Görəsən cinayətkar bunu nə üçün belə etdi? Cinayətkar bu cinayəti törətməzdən əvvəl harda olmuşdu? Kimlərlə oturub durmuşdu? Nə işlərlə məşğul olmuşdu, hansı saatda nə etmişdi, bir ay əvvəl necə olub ki, yəni bu qərara gəlib bu cinayəti törədib və cinayəti törətdiyi insanla onun əlaqələri necədir, qohumluq əlaqəsi var və s. Görürsünüz, bunu düşünür. Burada artıq düşünmə dərindən gedir. Buradakı yaradılan əlaqə onu bir praktiki işə sövq eləyir. Amma buradakı artıq subyektiv fikir ortaya çıxarmağa kömək eləyir. Nəticədə o cinayətkarla nə edir? Gedir söhbətlər aparır. Nəticə etibarilə məsələn deyək şahidlərdən aldığı məlumatlar filan bunların hamısını tutuşdurur. Yəni bir fikir ortaya gəlir ki, deməli bir fikir ortaya qoyur. Yəni öz fikrini ortaya qoyur ki, sən demə bu cinayəti törətməkdən məqsəd məsələn pulla bağlıymış. Yəni öz fikrini, öz mövqeyini ortaya qoyur ki, bəs pulla bağlıymış. Əgər bu pulla bağlı olmasa, məsələn deyək ki, sərvətlə bağlı olmasa, bu insanlar yəqin ki, bir-birlərini bu cinayəti planlamazdı. Yəni planlamazdı. Çünki orada baş verən bütün hadisələr əslində bütün ipucuları aparır nəyə doğru? Deməli pulla sərvətə doğru aparır. Nəticə etibarilə dedektiv öz fikrini ortaya qoyur, öz subyektiv fikrini ortaya qoyur və subyektiv fikrini ortaya qoyandan sonra başlayır cinayətkar barədə cinayəti tapmaq istiqamətində yeni bir plan tərtib etməyə və bu yeni bir plan tərtib etməyə başlayır ki, və bu plan da onu nəticə etibarilə əvvəlki detektivlərin tərtib etdiyi plandan fərqli olaraq məsələyə daha çox analitik yanaşdığı üçün yeni bir plan ortaya qoyur və bu plan onun cinayətin izini tapmağa doğru istiqamətləndirir. Yəni bu belə biz ilkin olaraq biz nəyisə xatırlamasaq, beynimizdə xatırlamasaq, biz nəyisə başa düşə bilmərik, anlaya bilmərik, məna çıxarda bilmərik, nəyisə öz sözlərimizlə bilə bilmərik, məsələn izah edə bilmərik və s. yəni ümumiləşdirə bilmərik, belə deyək ki, nümunələr gətirə bilmərik və s. Bunlar bizə aid deyil və xatırlama mərhələsi aid oldu məntiqi təfəkkür, biliyin növü olaraq faktoloji bilik, anlama mərhələsi konseptual bilik və konseptual bilikdir, məntiqi təfəkkürə aiddir. Daha çox, yəni bu hissə, daha sonra deməli bura, yəni tənqidi tətbiq etmək aiddir praktik təfəkkürə və aid olacaq prosedural biliyə. Təhlil etmək mərhələsi aid olacaq analitik təfəkkür, tənqidi təfəkkür və bir də biliyin növü olaraq konseptual biliyə aid olacaq. Dəyərləndirmək mərhələsi, burada dəyərləndirmə mərhələsi biz konseptual bilik deyirik, eyni zamanda abstrakt demək təfəkkür də deyə bilərik və eyni zamanda biz buna belə deyək də öz fikrini ortaya qoyursa, eyni zamanda tənqidi təfəkkür də deyə bilərik biz buna. Daha sonra gəlir burada yaratma mərhələsi, yaratmaq mərhələsi metakognitiv bilik də burada ola bilər. Daha sonra produktiv təfəkkür də ola bilər. Təfəkkür növü olaraq da başqa bir təfəkkür növü olaraq yaradıcı təfəkkürü də tam-tamına buna aid edirik. Dəyərli müəllimlər, izahım bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Videonu izləməyi, bəyənməyi, ətrafınızdakı müəllimlərlə bölüşməyi və eyni zamanda şərh yazmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm. İzahımız bu qədər.